beyinlə dərk edilən hər şeydir. Yəni beyinlə, beynimizlə dərk etdiyimiz Təfəkkürün hansı hər növləri bir var? şeyi. Necə müəllimə? Təfəkkürün hansı növləri var? Müəllimə, əvvəl biz onun 3 növünü deyirdik. İndi yoxsa mən elə yazdığınız kimi deyim, izah etdiyiniz kimi deyim də. Deyin. Nə deyirsiniz deyin. Bilmirəm, fərqi yoxdur, deyin. Məntiqi, tənqidi, yaradıcı. İndi artıq məntiqin içində olan bunların hamısına düşünmə formaları kimi baxırıq. İnduktiv düşünmə, deduktiv düşünmə, ardıcıl, sistemli, analoji, verbal, qeyri-verbal. Bunların hər birini artıq düşünmək kimi baxırıq müəllim. Aha, yaxşı, oldu. Tamam. Siz mənə deyin görüm zəhmət olmasa belə bir sual verirəm sizə təfəkkürlə bağlıdır. Deyirəm ki, şagird düşünür ki, diqqətli olun müəllimlər. İndi birinci asan sualdan başlayacağam. Çünki ilk dəfə keçirik. Sonra suallarımız çətinləşəcək. Deyirəm ki, şagird düşünür ki, Bəxtiyar Vahabzadə əgər bizim daha şəxsiyyətimizdirsə, deməli bütün şairlərimiz daha şəxsiyyətdir. Bunu düşünən şagird hansı düşünmə formasından istifadə edir? Deyir Bəxtiyar Vahabzadə, bir nəfər Bəxtiyar Vahabzadə. Deyir bu bizim daha şəxsiyyətimizdir. Deməli bütün şairlərimiz hamısı daha şəxsiyyətimizdir. Müəllimə, bu ümumidən xüsusidən ümumiyyətlidir, induksiyadır. Bax, Stalə müəllimə, yazmışsınız qrupa anlamıram. Müəllimə, xüsusi bir nəfərdir də, Bəxtiyar Vahabzadə. Bundan getdi ümumi bütün şairlər. Yəni qədər şair var ölkəmizdə. Benim ümumi 300 dənə şairimiz varmı indi ümumi cəlməsək? Hamısına gedibsə nəyə oxşuyur? Induktivə. Ən axırda ümumiyə gedir nə induksiya. Yaxşı, bəs belə bir sual verirəm sizə. Deyirəm ki, yaz gələndə ağaclar çiçəkləyir, heyvanlar quş yuxusundan oyanır, insanların əhval-ruhiyyəsi düzəlir, həmçinin də çoxlu yağışlar yağmağa başlayır. Mənim bu cümləmdə hansı düşünmə forması var? Mən sanki yazı təsəvvür eləmişəm. Təsəvvür eləmişəm yazı. Deyirəm, yaz gəlir, çiçəklər açır, quşlar istirahatdən qayıdır, nə bilim, yağışlar yağır, insanların əhval-ruhiyyəsi düzəlir, heyvanlar quş yuxusundan oyanır. Müəllimə, burada bir ümumilik var da, elə deyir. Ümumilik varsa bu sistemli düşünür. Ay, sağ ol, bəli, sistemi düşünürəm də. Yazı mən təsvir eləmişəm. Heç bir böyükdən kiçiyə falan getmə yoxdur. Sadəcə təsvir eləmişəm. Sistemi düşünməyə aiddir, düzgündür. Deyirəm ki, belə bir sual verirəm ki, Aprel qrupunda bir nəfər müəllim Aytəkin müəlliməni əsəbləşdirir. Aytəkin müəllimə deyir ki, Aprel qrupu məni bütün bezdirib. Mən deməli hansı xətaya yol vermişəm? Müəllim, siz burada məntiqi xətaya birincidir. Yəni o ilk məntiq xətasının adı nə idi? Həddindən artıq. Ümumiləşdirmə də, yəni. Ay, sağ ol. Artıq ümumiləşdirmə. Ay, sağ ol. Düzdür. Siz mənə deyin görüm yaradıcı təfəkkürdə hansı iş üsulları var? Müəllimə, yaradıcıda müəllim böyük K, kiçik K-dır. Böyük K, kiçik K məsələn evi şkafı haransa dəyişmək, belə divarın, xalçanın yerini dəyişmək. Böyük K isə daha böyükdə, məsələn, süni intellektin yaradılması. İş üsulu istəmişdim mən sizdən, iş üsulu. Mən demişəm ki, yaradıcı təfəkkürdə necə inkişaf etdirmək olar? İş üsulları hansılardır? Müəllim, o 4NK yox, o məntiqi təfəkkür. Düzdür. O da var. Ayşə müəllimə səhv yazırsan. Ayşə müəllimə sonunda səhv yazırsınız. Müəllimlər yazanlar hamısı nəzarətindədir. Aşağıdan yazanlarımız çoxdur. Səhv olanda bildirirəm. Kim istəyir yazsın. Aha. Sonra müəllim, Sokrat dialoqu var. O tənqididir. Qarışdırmayın. Mən sizdən məntiqi yaradıcını istəyirəm. Hə. Yaxşı, indi müəllimlər kitablarda olmayan və özümdən situasiya sualı, mütləq qəbula düşən tip sualımızdandır. Belə bir sual verirəm. Deyirəm ki, məsəl üçün, deyirlər ki, uşaq oğurluğu başlayıb. Müəllim, onu bilmədiniz də, onu bilmirsiniz, saxlayın. Onu başqa biri deyəcək, bilmirsiniz onu, səhv deyirsiniz. Bütün aləmi qatdınız. Deyəcəm müəllimə, nəhayət olmayın. Deyəcək, onda öyrənəcəksiniz. Belə bir sual verirəm, situasiyaya uyğundur. 2 dəqiqə vaxtınız var. Deyirlər ki, Azərbaycanda uşaq oğurluğu başlayıb. Müəllim də uşağa deyir ki, mənə bunu sübut eləyin görüm. Doğrudan belədimi? Öz fikrinizi deməyin. Mənə öz fikrinizi sübutlarla göstərin. Bu müəllim deməli hansı təfəkkür növündən istifadə edir? Sübut istəyirsə, isbat istəyirsə, bu müəllim hansı təfəkkür növündədir? Yəni kitabda yazılandan başqa orada yazmayan en qədər bizim sualımız var da ki, onları heç yerdə yazmır.
Bunları ancaq mən söz etməliyəm. İndi deyirəm ki, müəllim şagirdə deyir ki, öz sözünlə mənə sübut elə. Sübut göstər. Hansı fəkkür növünə aiddir? Elə məntiqi deyənə bax. O biri Ayşə müəllimə də hazır deyil. Müəllimə, burada fakt deyil də, sübut istəyirlər. Bəli, sübut, isbat. Bəli, sübut, isbat istəyirsə hansı fəkkür növüdür? Qısa konkret də müəllimə, vaxtımız gedir. Yox, məntiqi yox, tənqidi müəllimə, tənqidi. Bəli, öz sözünü müəllimlər, hər hansı bir hadisəyə öz sözündən fikir bildirirsənsə, tənqididir, öz sözündən sən bildirirsən bunu. Amma bir də var ki, deyim ki, yenə əslində müəllimlər həmişə sübut bildirmək tənqidiyə aiddir. Amma bir də var ki, kitabdan nümunə, fakt, öz sözü demirsən ha. Yazılan deyirsən ki, ya kitabda bax bu belə. Faktdan sübut göstərmək əslində məntiqidir. Faktdan da öz sözü demirsən ki, kitab sözünü deyirsən. Amma öz sözündən demək müəllimlər tənqidiyə aiddir. Belə bir sual verirəm sizə. Deyirəm ki, siz mənə deyin görüm, deməli, əvvəl kəsində bağı qoy sual verim. Deyirəm ki, şagirddə müəllim uşaqları, tutaq ki, muzey aparır. Uşaqlar muzeydə özlərini apara bilmirlər. Başlayırlar biri qaçmağa, biri əşyaları əl vurur, səs-küy salırlar. Bu uşaqlarda hansı kompetensiya zəifdir? Müəllimə, özünü şəxsi, sosial və yəni özünü idarə edə bilmir də bu kompetensiya. Düzdür. Afərin. Yaxşı. Bəs deyirəm ki, hansı belə bir kompetensiyamız var ki, bu kompetensiyada bizdən yüksək yaradıcılıq tələb olunur. Bu hansı kompetensiyamıza aiddir ki, yüksək yaradıcılıq, yaxşı ideya tələb olunur? Müəllimə, riyazi. Xeyr. Riyazi savad. Xeyr. Orada riyazidə məntiq təfəkkür lazımdır. Bunda isə bu dediyimdə düzdür Mərcan müəllimə. Müəllimə, yaxşı bir reklamımız olmalıdır. Yaxşı bir reklam qurmalıyıq. Yaxşı bir ideyamız olmalıdır ki, işimiz geçsin. Sahibkarlıq. Ay, sağ ol. Yaradıcı təfəkkür, sahibkarlıqda hesablama ilə bağlı olan hər şey müəllimə məntiqiyə aiddir. Deyirəm ki, deməli, belə bir sual verirəm sizə. Məsələn, mən deyirəm ki, Ayşə müəllimə, niyə belə zəif oxumusunuz? Qayıdıb deyirsiniz ki, Aytəkin müəllimə, siz deyirsiniz ki, mən tənbələm, mən kəsiləcəm. Hansı xətaya yol verdiniz? Boş adam. Ayla, Ayşə müəllimə çox sağ olun. Diqqətli ol Ayşə müəllimə. Deməli, kim gəlir? Aytən Abdullazadə, müəllimlər, ötən dərs gəlməyənlərimiz çox xahiş edirəm. Bir nəfər o birinin sualına qarışmır da, bilirsiniz. Salam müəllimə. Salam müəllimə, salam Aytən müəllimə. Getdik, başladıq. Yəni, belə deyirəm, bir dəqiqə belə vaxt itirməyə vaxtımız yoxdur. Tamam müəllimə səsim. Mən müəllim açır. Bilmirəm nə etmək istəyir. Müəllimə bağlayaq da çox xahiş eləyirəm. Exo veririk elə olanda. Leyla müəllimə gəlirsinizmi? Bəli, mən buradayım. Testimiz qaldı, bax test işləyəcəkdik ya bu günləri. Gəlin biraz işləyək. Çünki test işində biraz sürətli getməyən müəllimlər var. Ona görə mən o test suallarını verə bilmirəm. Belə bir sual verirəm. Əslində isə aşağıdan ki, oradakı sualları şifahi olmasa verim. Demək, belə bir sual verirəm sizə. Deyirəm ki, müəllim uşağın valideyninə deyir ki, övladınız dərsə son zamanlarda hazırlıqsız gəlir. Valideyn qayıdıb deyir ki, siz deyirsiniz ki, mən pis valideynəm. Bu valideyn hansı xətaya yol verdi? Boş adam. Ay, sağ ol, düzgündür. Deyirəm ki, məsəl üçün, Əli bir dəfə görüb ki, bir nəfər rus var, bu sarışındır. Ondan sonra harada sarışın qız görsə, elə bilir ki, bu rusdur. Hansı xətaya yol verdi? Ay, sağ ol, düzdür. Həddindən artıq ümumiləşdirmə. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, imtahanda bir-birinizdən köçürtməyə cəhd eləməyin, bir-birinizə baxmayın. Şagird deyir ki, müəllim köçürtmürdük, sadəcə bir-birimizdən söz soruşurduq. Hansı xətaya yol verdi? Ay, sağ ol, çox mənalı danışmaq, düzdür. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird ədəbiyyat dərsində çıxır, 11 kupletli şeir danışır müəllimə. Hansı düşünmə formasındadır? Danışır, şeir danışıb. Söz, düşünmə forması, sözdən. Məntiq. Düşünmə forması istəyirəm, təfəkkür növü istəmirəm. Yaxşı, bunu bilmirsiniz. Deməli, belə bir sual verirəm sizə onda. Bu sualı başqa birinə verəndə deyəcəm müəllimə, diqqətli olun. Belə bir sual verirəm. Deyirəm ki, şagird fizika dərsində misal məsələ həll edir. Müəllimə, səs bir dəqiqədən. Bir dəqiqə. Sual Leyla müəlliməndir. Cavab verən kim idi bilmədim. Yəni verbal düşüncə olmalı. Bəli, elə siz idiniz müəllimə cavab verən. Əcəb elədik. Bəli. Aha, müəllimə, bəli, verbal, sözlü formadadır, verbal düşünməyə aiddir. Yaxşı. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird fizika dərsində misal məsələ işləyir. Misal məsələ həll eləyir. Demək, bu şagirddə hansı təfəkkür növü yaxşı inkişaf eləyib? Riyazi məntiq.
Məntiqi təfəkkürdə, məntiqi təfəkkür ay sağ ol. Deyirəm ki, şagird məsəl üçün boş vaxtlarında taxtadan nə bilim musiqi alətləri düzəldir. Bu uşaqda hansı təfəkkür növü var? Yaradıcı. Deyirəm ki, şagird hadisələri deyirəm ki, şagird hər hansısa bir şeyə qərar verəməmişdən qabaq həmin hadisə ilə bağlı götür-qoy eləyir, ölçüb biçir, özü üçün hadisənin sonrakı nəticələrini düşünür ki, bunu eləsəm necə olar? Həmçinin də ki, bu şagirddə yüksək müşahidə eləmək qabiliyyəti, təhlil eləməyə çıxarmaq qabiliyyəti var. Hansı təfəkkür növünə aiddir? Ay sağ ol. Dərs oxuyanda müəllimlər bilirsiniz ki, müşahidə, təhlil, nəticə onun içərisində vermişdi. Tənqid təfəkkürü var. Siz mənə deyin görüm zəhmət olmasa belə bir sual verirəm sizə. Deyirəm ki, müəllim şagirdlərə dərs keçdiyi zaman kiçik şagirdlərə bu cür metoddan istifadə edir ki, təsəvvür edin ki, bir səhər durub görürük ki, günəş yoxdur. Sizcə nə olardı? Bu sualı verən müəllim şagirdlərdə hansı təfəkkürü formalaşdırmaq istəyir? Nə olardı əgər tənqidin üsuludur? Müəllim sizdə şagirdlərə bir də maraqlı sual verir, hamı bu suala öz cavabını bildirir, müəllim də heç kimin cavabına müdaxilə eləmir. Sadəcə müəllimin istədiyi budur ki, qoy hamının beynində bir əlavə fikirlər topalansın. Şagirdlər öz fikrini ifadə eləsinlər. Hansı təfəkkür növü var? Yenə tənqidi təfəkkür. Xeyr. Məntiqi təfəkkür. Xeyr. Tapaz tapırıq da, o olmasın, bu olsun. Deyirəm ki, ay sağ ol, Aytən müəllimə düz yazmısınız. Müəllim şagirdlərə sual verir, uşaqların fikrinə müdaxilə eləmir. Bu hansı təfəkkür növündə olan iş üsulumuz idi? Bilmədim mən. Beyin həmləsi nə idi? Nəyi? Beyin həmləsi nə idi? Yaradıcı təfəkkürün iş üsulları hansı idi? Onlar bilmirəm. Yaxşı. Olmaz. Düşsün. Dəstəyəm. Keç. Bir də yanıma gəlmə. Get. Dərsimi elə 2 saat var qurtarmağına. Bir də məni çağırmayın. Yaxşı. Belə bir sual verirəm sizə. Deyirəm ki, problem həll eləməyin ardıcıllığı sayın mənə. Yaradıcı təfəkkürün həmən dalına vermişdim. Yəni, yaradıcı təfəkkürü yaxşı bilmirəm də. Yaxşı, oxumamısınız. Niyə? İndi bugün 3 dərs birdən oxuyacaqsınız. Yaxşı Leyla müəllim, eybi yox. Tamam, neynək? Belə bir sual mənə baxarsınız, yaxşımı? Belə bir sual verirəm sizə. Aşağıdan səhv mənə əsəbləşdirir. Ona görə biraz özümdən çıxıram bəzən, üzrlü sayın. Belə bir sual verirəm sizə. Deyirəm ki, deməli, müəllim şagirdlərə deyir ki, siz ilk son zəngimizin, nə bilim, tutaq ki, birinci tədbir hissəsi olacaq. Dağınla biz şagirdlərlə restorana gedəcəyik. Axşam üstü də uşaqlarla bir yerdə dəniz kənarı bulvarda şəkil çəkdirəcəyik. Hansı düşünmə forması var? Ardıcı. Ay, sağ ol, bəli. Birinci tədbir hissəsi, dalınca restoran, dalınca axşam üstü şəkil çəkdirəcəyik. Deyirik ki, axşam şəkil çəkdirəcəyik, sonra tədbirimiz olacaqdı. Uyğun gəlir, heç gəlmir. Yaxşı. Leyla müəllimə bir dənə kompetensiyaya aid sual verirəm. Deyirəm ki, bu hansı kompetensiyamızda şagirddə yaxşı danışıq qabiliyyətindən digərlərindən seçilir? Həmin şagirddə söz balansı çox olur. Ay sağ ol. Düzdür müəllimə, düzdür. Leyla müəllimə diqqətli ol. Çox sağ ol. Demək, kimi çağıraq? Gəlsin. Rəvanə müəllimə gəl. Salam müəllimə. Salam müəllimə. Müəllimlər, tənqidi və məntiqini bir-birindən seçməyi bacarmağımız lazımdır. Bu dərsdən bağlı ən çox sual düşən tənqidini, məntiqini bir-birindən seçməkdir. Bunları necə seçə bilərsiniz? Bir tənqidin iş üsullarını əzbərləməkdən seçmək olacaqdır sizdə. Bir də ki, bilməlisiniz ki, amma hər cümlədə yox. Elə nüanslar var ki, əgər biz buna öz fikrimizi bildiririksə, bizim fikrimiz isə bu tənqid edirik bu hadisəni. Amma əgər həmin hadisəyə faktdan, sübutdan fikir bildiririksə, deyilmiş, bizdən qabaq deyilmiş bir şeydirsə, məndə nə idi o deyilmiş fikir götürürük? Konvergent idi də. Yəni məntiqin düşünmə formaları varsa içərisində, analogiya axtarırsansa, analitik düşünmə axtarırsansa, konvergent, divergent, verbal, qeyri-verbal varsa məntiqidir. 4-1 KH, Sokrat dialoqu, Yapıncı səyahət duru, nə olar da əgər bunlar varsa mənlər məntiqidir.
üzr istəyirəm, deməli tənqididir. Yəni məntiqi düşünmə forması olanlar məntiqidir, tənqidi aid olanlar isə onun öz iş üsulu olacaq. Məsəl üçün deyirəm ki, şagird Türkiyə ilə Azərbaycanın oxşar cəhətlərini müəyyənləşdirməyə çalışır və şagird bunun üçün açır tutaq ki, Türkiyə və Azərbaycan tarix kitablarını, yeni dünya tarixini oxuyur. Şagird burada hansı təfəkkür növündədir? Oxşarlıq axtarır. Türkiyə və Azərbaycan bunu özündən qurmayacaq da. Azərbaycan tarixinə baxır, Türkiyənin tarixinə baxır. Əldə kitab var. Kitabla müəyyənləşdirməyə çalışır ki, hansı nədir bunların oxşarlığı? Oxşarlıq hansı təfəkkür növündədir? Bəli, məntiqi. Bir də var deyirəm ki, müəllim şagirdlərə bir neçə nümunə verir. Deyir bu nümunələr içərisində özünüzə uyğun qaydaları seçib götürün. Uşaq oradan özünə uyğun qayda seçməlidir. Özünə uyğun qayda götürməlidir. Öz-özünü düşünüb ki, mənə hansı lazımdır? Özünü dərk eləməlidir. Özünə uyğun qayda, öz-özündən qərar verməlidir, müəyyənləşdirməlidir, nəticə çıxarmalıdır ki, mənə bu lazımdır. Qayda və seçim hansındaydı? Danışanımız kim idi, bilmədim. Rəvanə müəllimə. Bir də Aytəkin müəllimə, əsas mənim seçimim o ardıcıl və sistemi. Müəllimə, heç bunu da bilmirsiniz, müəllimə, qurban siz bunu bilməzsiniz axı. Rəvanə xanım, heç bunu bilməmişsiniz axı. Bir buna cavab verin görək, bunu bilirsiniz, ona keçək də. Mən fikirləşirəm, amma tam dəqiq bilmədim. Çünki mən ona testlərdə işləyirmişəm. Müəllimə, tənqid. Üçü birdən idi. Mən onu tam bir-birindən İndi müəllimə, çəkdim. yanvar ayında gəlsəydiniz bir-bir keçirdik. Artıq apreldə qoşulmusunuz deyə üçü birdən keçirilir. Çünki vaxtımız azdır. Yəni o mənim günahım deyil. Rəvanə müəllimə, diqqətli ol. Müəllimə, bax deyirəm ki, müəllimə, bir də mənə tənqidin iş üsullarını say. Tənqidi iş üsulları hansılar idi? Deməli 4N1 KH, sonra fakt yoxsa fikir, sonra gəlin bir yerdə birgə müzakirə, sonra ya planetlər duru. Orada var müəllimə, qayda yoxsa seçim. Orada var ki, qayda seçim. Mən də sualı belə verdim ki, müəllim uşaqlara bir neçə maddə verir. Deyir, buradan özünə uyğun qaydaları seç. Dedim ki, uşaq özü seçir. Elə müəllimə hansı təfəkkür növünə aid oldu, elə özünə aiddir də. Tənqid yaratdı. Tənqid, çünki iş üsulları müəyyən etmək olar. Bəli. Yaxşı. Belə bir sual müəllimə, narahat olma, hamısını öyrənəcək. İndi mən taksonomiyanı bitirim sizə. Bir dəfə üstündə də qalacaq hələ 2 dəfə. İndi o biri müəllimlərim bilir. Mənim ən çox üstündə dayandığım təfəkkür və taksonomiya dərsidir. Bir dəfə bunu qutaraq, taksonomiyanı da qutaraq indi bax bu bir həftə ərzində. Davamla təfəkkür və taksonomiyanın üstündə mən ayrıca dayanacağam onsuz da. Yəni heç biriniz narahat olmayın. Yaxşı, Rəvanə müəllimə belə bir sual verirəm. Deyirəm ki, şagird bir əsər oxuyur, öz təxəyyülündə sanki o əsərin qəhrəmanından oturub söhbət edir. Düşünür də belə xəyala dalır ki, o qəhrəmana mən nə deyərdim. Bu uşaq deməli hansı düşünmə formasından istifadə edir? Söhbət edir. Bəli, beynində olmayan bir şeydir. Biz oturub olmayan bir insanla danışsaq, evdəkilər deyər ki, aparın qoyaq bunu maşdağaya. Özünə danışır. Amma bu kitab qəhrəmanıdır. Bu olmayan bir şeydir. Kim bununla normal danışar səsdir? Ancaq şizofren xəstələr danışar. O da yeri maşdağadır. İndi bu öz beynində, xəyalında danışır bununla da. Hamımızın beynimizdən bir sözlər keçirir. Bu dəqiqə mən sizə o sözü dedim deyə ki, mənim günahım deyil. Sözlərlə danışmaq beynimizdə danışırıq, amma beynində danışırsan, səsin çıxmır. Səsin gəlmir. Beynində oldu o söz. Nə oldu onda? Bu dəqiqə sizin beyninizdə mənim haqqında ölçüsüz bitirsiniz. Qoşulum yoxa çıxım. Aytəkin müəllimə mən bunu dedi. Beyninizdə belə nələr keçir mənim haqqımdan. Amma dilə gətirəmirsiniz də, beyninizdədir. Hansı düşünmə formasına aiddir? Səs çıxmır. Verbal yoxdur. Verbal yoxdursa hansıdır? Qeyri-verbal. Bəli, müəllimə, qeyri-verbal müəllimə. Təxəyyülümüzdə demişdim ki, hamı xəyala dalır, bir şey düşünür, beynində hamı nəyisə düşünür. İndi bu biz əsər qəhrəmanla oturub danışsaq, əsər qəhrəman olmasın, kino qəhrəmanla oturub danışsaq, öz-özə Allah haqqı deyirlər ki, bu dəlidir. Amma kimdən danışırsan? Kitabda olan qəhrəmanla gülərlər bizə. Biz ona görə nə edirik? Həm ondan beynində deyir ki, kaş bu qəhrəman bunu belə eləyərdi. Kaş kinodakı qız nə belə eləyərdi. Düzdür, hamımız olur da məncə. Beynimizdə bir şeylər keçir də, beynimizdə o ruh səsimiz, iç səsimiz. Səsimiz çıxmır ki, ürəyimizdə, hamı danışır da özünün ürəyində bir söz var. O bizim müəllimə qeyri-verbalımızdır da. Qeyri-verbal söz yoxdur, qeyri-verbal. Və yaxud da deyirəm ki, müəllim uşaqlara dərsi xəritə üzərindən keçməyi tapış. Xəritə üzərindən dərs keçir. Uşaq çıxıb xəritə üzərində işləyir. Səs çıxmır. Bəli, yenə qeyri-verbal. Müəllimə diqqətli ol. Deyirəm ki, indi məsəl üçün belə bir sual verirəm. Deyirəm ki, qidanın tarladan süfrəyə gəlməsi
hansı düşünmə formasına aiddir? Əkirik, becəririk, yuyuruq, sonra qurudub süfrəyə qoymalıyıq ki, bunu yeyə bilək. Hansı düşünmə formasına aiddir? Ardıcıllıq var. Bəli, ardıcıllıq demirəm ki, qidanı birinci yuyuruq, yeyib sonra əkirik. Məntiqsiz olur. Görsən, mütləq ardıcıllığa aiddir. Bir də var deyirəm ki, artıq aprel ayıdır. Ateşin müəllimənin qrupları çoxalıb, dərsləri biraz sürətli keçməyə başlayır. Çalışır ki, çoxu test hazırlasın. Ancaq stresa yoğun suallar verir. Dərs zamanı hamıdan fərdi dərs soruşur. Dərsdən sonra başlayır yenə sınaq hazırlamağa. Bir günlük həyatımı mən təsvir eləmişəm. Bu hansı düşünməyə aiddir? Sistemli. Bəli, sistemli ümumi danışıram. Artıq aprel ayıdır. Demirəm ki, aprelin birində bunu elədim, ikisində bunu, üçündə bunu. Sistemli danışıram, təsəvvür edirəm sizə. Müəllimə cümlədə bir mütləq, daha yaxdı belə bir şey deyirəm. Deyirəm ki, əvvəlcə 11-lər birinci buraxılış imtahanı verdilər. Dağılan blok imtahanı verəcəklər. Hansı düşünməyə aiddir? O ardıcıllıq Bəli, var. ardıcıl, düzdür. Bir də var deyirəm ki, may ayında bütün 11-ci siniflər son zəngə hazırlaşır. Kimisi rəqsə gedir, kimisi nə bilim mahnı öyrənir, kimisi şeir danışmağa həvəslidir. Uşaqların rolları var. Məktəbə daha da həvəsliyirlər, kimisi kövrəliyir. Hansı düşünməyə aid oldu? Təsvir eləmişəm. Ölçə bilərsən ki, birinci ağlayıb sonra hazırlaşırlar. Kövrəlib sonra hazırlaşırlar. Ağlamaq nə idi? Müəllimə, bax bu sistemli oldu da. Təsəvvür edirəm ki, may ayında şagirdlər belə deyirlər. Sistemli. Müəllimə, analitik heç düşünmür. Analitik də budur ki, hər hansı bir hadisə baş verəndə hadisənin ən dərinliyinə qədər düşünürsən ki, bu hadisə niyə baş verdi? Ən dərinliyə getmək müəllimə. Analitik haqqında məlumat yoxdur məlumat. Çünki heç o düşməyən bir şeydir. Sadəcə bil ki, analitik ən dərinliyini axtarmaqdır. Bir də var deyirəm ki, məsəl üçün deyirəm ki, Aytəkin müəllimənin tutaq ki, xarakteri biraz belə o qocaman kişi müəllimlər olur, sərt söz deməyə qoymur. Onların xarakterini oxşuyur. Oxşamaq varsa hansı düşünmə formasıdır? Dərsdəyəm, keç, geridən indi gəlmirsən. Analogiya. Bəli, analogiya, oxşarlıq, bəli. Aydındır Rəvanə müəllimə? Bəli. Yaxşı. Mənim xətalarım Verəcəm az vaxtınız qalıb düzdür. O bilən haqqında girmək istəmirəm. 2 dəqiqədə xətalardan sual cavab edib keçirəm. Belə bir sual verirəm. Deyirəm ki, Rəvanə müəllimə deyir ki, iş yoldaşımın əynində gözəl bir paltar görmüşəm. O paltardan almalıyam. Hansı xətaya yol verdiniz? İş yoldaşımda bir nəfərdir bu insan. Hansı xətaya yol verdiniz? Özünə bənzətmək. Bəli, düzdür. Rəvanə müəllimə də gedir evdə deyir ki, indi hamıda iPhone-dur. Samsung işləyən yoxdur, mən də iPhone almalıyam. Hamıda iPhone-dur. iPhone moddadır. Hamıdan həddən artıq güləşdirməm. Xeyr. Demirəm ki, sən nə bilim, belə deyim. Məsələn, hamıdan bəhs eləmək istəyirsən. Cümlənin içərisində bu şey var ki, hamını hamının yerinə qoymaq istəyirsən. Hamı kimi olmaq istəyirsən. Bunda cəmiyyət tərəfindən qəbul edilmək. Yəni hamıda varsa mən də baxım, cəmiyyət tərəfindən. Ay, sağ ol, düzdür. Bir də var ki, müəllim gedib evdə deyir ki, tutaq deyir, bir nəfər onu əsəbləşdirir sinifdə, laf qoy başqa cür deyim. Deyirəm, bir dəfə ömründə molla getmiş, gedib kimsə gedir, tutaq deyim 8 molla gedir. Həmişə bu sualı deyirəm, yaxşı sual çünki dərk edəcəksiniz. Görür ki, o malda paltarın biri bahadır. Ondan sonra bir mağazına girib, cəmi görür baha olub. Ondan sonra o molla gedəndə nə mol ticarət mərkəzində böyük. Heç bir molla getmir ki, orada paltarlar bahadır. Cəmi bir dəfə baha paltar görüb deyə, heç vaxt oraya girmir. Hansı xətaya yol verdi? Yenə həddən artıq ümumiləşdirmə. Bəli, yenə yox, elə bəli. Bedində bu. Burada bəhs eləmək söhbəti yoxdur ki, hamı ilə demir ki, hamı kimi olub. Sadəcə düşünməsində ümumiləşdirib ki, bu molda həmişə paltarlar baha olacaq. Amma bir dəfə girib bura. Bəli. Və yaxud da bir nə musiqiçi, bir nə mahnısını bəyənmədik. Deyirik, əşi o nə müğənnidir. Amma bir nə mahnısını bəyənməmişik. O birilərindən xəbərimiz yoxdur deyə, bütün karyerasını yakırıq. Türklər demiş ki, bütün mahnıları pisdir. Xəbərimiz yoxdur o biri mahnılarına, heç baxmamışıq. Bir nə musiqisi, pis musiqisinə görə hər şeyi bir aparıcılıyırıq. Kesinliklə hər şey pisdir. Nədir bu? Həddən artıq ümumiləşdirmə. Aydındır? Rəvanə müəllimə, diqqətli ol. Sədət müəllimə gəl. Bəli, Sadət müəllimə gəlirsinizmi? Bəli, gəldim müəllimə. Səs açıq qalıb səs. Orada qab yuyur. Nə edir bilmirəm. Səs düşüb aləmə. Bir nə oldu bağlayım. Kənardan qoşulan müəllimimizdir. Yəqin özün xəbəri yoxdur. Bağlaya da bilmirəm. Vüsalə müəllimə, zəhmət olmasa səsi bağlayarsınız. Çox xahiş eləyirəm. Hə, bağladı deyəsən. Əla.
Tamam, getdik Səadət müəllimə. Birinci belə bir sual verirəm sizə. Deyirəm ki, bax mənlə diqqətli olun. Burada ən çətin yerimiz bir dənə sizə tənqidi ilə məntiqini ayırmaq olacaq. İndi mən sizə sınaq göndərəcəm. Onun üzərində işləyəndə onu öyrənəcəksiniz. 25 dənə sınaqda. Bu gün yox. O bir həftə göndərəcəm. Tam öyrənək ondan sonra. Ondan sonra inşallah onun izahını da vermişəm. Hamısı bilsiniz ki, izahı var da bütün testlərimin. Onda anlayacaqsınız ki, tənqidi və məntiqin fərqi nədir. Belə bir sual verirəm. Deyirəm ki, mən də diqqətli olaq. Deyirəm ki, şagird düşünür ki, hərəkət bildirən hər şey feildir. Deməli, oynamaq sözü də feildir. Bu uşaq hansı düşünmə formasından məntiqi təfəkkürün elə bil ki, deduktiv bəli, düzdür də. Qaydadan getdim oynaya. Feil, hərəkət bildirən hər şey feildir. Opş, ümumi müdafiədən. Sağ ol. Bundan getdi tək-tək şeyə, düzgündür. Belə bir sual verirəm sizə. Deyirəm ki, sizin fənniniz nə idi Səadət müəllimə? Biologiya. Sağ ol. Deyirəm ki, müəllim şagirdlərə bir 100 dənə heyvan adı verir. Deyir ki, bu heyvan adlarını hamı öz yerində, öz kateqoriyasına uyğun qruplaşdırsın. Cədvəl formasında yazın, hamısını öz yerinə uyğun qruplaşdırıb açam. Deyir, məməliləri bir qrupa, balıqları bir qrupa, quşları bir qrupa qruplaşdır. Hamı öz yerində. Səssizcə bunu cədvəl formasında qruplaşdırmalıdır. Hansı düşünmə forması var? Bu olur qeyri-verbal, verbal, yəni səssiz şəkildə. Düzdür. Belə bir sual verirəm. Belə bir sual verirəm. Deyirəm ki, müəllim uşaqlara deyir ki, ay uşaqlar, bax siqaret çəkmək sağlamlığınıza ziyandır, sağlamlığımıza ziyandır. Siqaret çəkmək olmaz. Uşaq biri qayıdıb deyir ki, müəllim, mən atam siqaret çəkir. Deyirsiniz ki, indi atam tez öləcək. Uşaq hansı xətaya yol verdi? Bu məntiqi təfəkkürün boş adam xətası deyilmi oğlum müəllimə? Bəli, siz deyirsiniz ki, boş-boş danışır da. Müəllim o söz deyil, o boş-boş danışır. Belə bir sual verirəm sizə. Deyirəm ki, bayaqçı ardıcıl deyən, ardıcıl görüb nəyə ardıcıl deyilmiş görüm bu müəllimə. Ardıcıl deyilmi? Nasıl müəllimə ardıcıl olduğunu düşünüb. Yaxşı, müəllimə ardıcıl yoxdur, elə ardıcılına aid sual verməmişəm. Belə bir sual verirəm. Deyirəm ki, indiki dövrdə deməli, deyirəm ki, aprel ayında güclü yağışlar yağdı. Yağışlar yağdıqdan sonra bir çox kəndlərə sel gəldi. Seldən sonra bir çox insanların evini su bastı. Burada hansı düşünmə forması var? Bu ardıcıl düşünmə. Sel yağış yağması olar. Deyirəm ki, sel gəldi sonra yağış yağdı. Görürəm, məntiqsiz olur. Görsən mənləriniz. Ardıcıl budur ki, cümlənin yerini dəyişəndə məna dəyişir. Deyirəm ki, yağış yağdı, sel gəldi. Bir də var deyirəm ki, sel gəldi, yağış yağdı. Deyirsən, ay müəllim, başın xarab olub. Sel yağışsız nətər gələ bilər? Birinci nətər sel gəlsin ki, ondan sonra yağış yağsın? Olmaz. Yəni cümlənin yerini dəyişəndə məna dəyişir. Ona görə elə eləməlisən ki, cümləni elə qurmalısan ki, məna düzgün olsun. O da ardıcıldır. Bir də var deyirəm ki, aprel ayı ərzində ölkəmizin bir çox yerlərində dağıntılar baş vermişdi. Bir çox yerlər su altında qalmışdı. Həmçinin havanın bəzi günləri isti keçmişdi. Elə günlər də olmuşdu ki, belə elektromaqnit dalğası gəlmişdi və hamının başı ağrıyırdı. İndi mən təsəvvür eləmişəm aprel ayını. Bu hansı düşünmədir? Bəli, bu sistemli düşünmədir. Sistemli, düzgündür. Belə bir sual verirəm. Deyirəm ki, şagird düşür ki, deyirəm ki, şagird gedir bir dəfə, yarışa gedir, orada zəif nəticə göstərir. Şagird bundan sonra heç bir yarışa getmir ki, mən onsuz da qalib gələ bilmirəm. Bu uşaq hansı xətaya yol verdi? Bir dəfə gedib aşağı valıyıb, aşağı nəticə göstərib, bundan sonra heç bir yarışa getmir ki, onsuz da aşağı, yəni keçəməyəcəm də bu yarışda. Hansı xətaya yol verdi? Bu həddən artıq ümumiləşdirmə. Düzdür. Belə bir sual verirəm. Deyirəm ki, sizi bir dənə mənə belə bir tənqidin iş üsullarını sayın. Tənqidinin iş üsulları 4N1KH, Sokrat dialoqu, gəlin bunu müzakirə edək, fakt yoxsa fikir, başqa yad planetli üçün səyahət turu, seçim etmək, nə baş verərdi, bir də qaydalar. Sağ ol, düzgündür. Şəbnəm müəllimə buradadır müəllimlər. Şəbnəm müəllimə. Sonra İmran müəllimdən Təbriz müəllim neçə vaxtı dərs danışmır. Nəzərindəsiniz müəllimlər. Bunlardan sonra gizli çağıracağam dərs danışmağa. Bir neçə müəllimlərimiz var ki, 3 həftə ərzində bir dəfə səslərini eşitməmişəm. Bir dəfə dərs danışmağa gəlməyiblər. Bir dəfə mənə yazmayıblar. Zəhmət olmasa, bir nəticələrini göndərməyiblər. Müəllimlər, mən hamınız deyirəm. Bayaq kimə deyirdim, Cunay müəlliməyə deyirdim. Elə bir müəllim heç nəyə baxmır. Vallahi mən orada girib baxıram ki, artığım testini səfər işləyib. Kim işləyib? Elə bilsin oradakı balları görmürəm. Mən hamısını da görürəm. Hər şeydən də xəbərdaram. YouTube'a qədər girib baxıram ki, görün bu neçə nəfər izləyib. İzahlara qədər baxıram. Və bilirəm kim baxır, kim baxmır.
Bilirəm ki, baxanlar orada plus qoyur, işarə qoyur. Bilirəm ki, işləyib mənə göndərənlər kimlərdir? Müəllimlər, oxumaq lazımdır. Heç bir şey eləməyib. Axırda mənə deyirlər ki, bəzən niyə müəllimə axırda mən kimisə çıxardırsan ki, bəs sənin özündən gedir də, ödəniş gedir. Deyirəm, axırda oxumur. Nəticəsi olmayacaq. Axırda deyəcək ki, filan müəllimə qoşuldum, olmadı. Artıq o mənə o puldan daha vacibdir. Mənim öz adım sanım. Ona görə ayın axırında mən bir tədbir görəcəm sizdən bağlı, ayın 5-nə qədər. Zəhmət olmasa müəllimlər oxuyaq. Oxumayan müəllimi mənim qruplarında özünüz görəcəksiniz nə qədər adam çıxardacamsa. Olmaz. Nə olsun ki, 2 aylıq proqramdır, amma müəllimlər oxumaq lazımdır. Diqqətli olmaq lazımdır. Bilmədiyimizi öyrənmək lazımdır. İzaha bax, məndən istəyən müəllimlər o qədərdir ki, müəllim başqa bir qrupun o qədər müəllim var, yazır ki, müəllim başqa bir qrupun kaydını göndərin. Onların təfəkkür sual cavabına baxın. Görək necə sual cavab eləmisiniz. Mənə o qədər xoşdur ki, göndərmişəm 1-2 sənə ki, gir bax, sonra belə sual cavab eləyəcəm. Ayrı-ayrı. Çünki o qrupların dərsi ayrı-ayrı olub. Mən diktatların sual cavabını bir göndərmişəm, tənqidin bir göndərmişəm, yaradıcının bir göndərmişəm, opsi məntiqi ilə bağlı olanları, xətalarla bağlı olanları bir göndərmişəm. Müəllimlər sadəcə istəyib can atmaq lazımdır. Elə müəllim bunu verdi, elə mən nəsə yalandan eləyim, o KMG düşünmək kimi bununla kifayətlənmək olmaz. 2 ay vaxtımız qalıb. Özümüzə bir şey eləməliyik. Siz birinci özünüzü düşünün ki, mən də sizi düşünüm. Mən özünü düşünməyən müəllim niyə düşünməliyəm ki? Nəsə. Söhbətimiz bitdi. İmumi başlayaq dərsimizə. Səadət müəllimə, demək sizə mən tənqidin iş üsullarını saydınız. Belə bir sual verirəm sizə. Bu gün bu sualı heç kim verməmişəm. Həm də çoxu bunun üstünə örtüb keçir. Amma bu suallar, burada 5 dənə sual var. Problem həll eləməyin texnikası. Yaradıcıda necə idi? Müəllimlər, mənə nömrəyə yazın, onu yazan müəllimə. Mənə nömrəyə yazın, bu qrup aprel qrupudur. May qrupun dərsi 4 dəfə olacaqdır. Mənə yazın nömrəyə, mən sizə məlumat verəcəm. Onun yeri indi deyil, çox xahiş edirəm. Deməli, çünki vaxtımız yoxdur valla. Dedim ki, mən sizə sualım nə oldu? Sualı da unutdum bax. Yaradıcı təfəkkürün problemin həll yolu. Bəli, problem həll etməyin texnikası, ardıcıllıq. Problemi müəyyənləşdirmək, sonra həll yolunu planlamaq, planı həyata keçirmək, bir də qiymətləndirmə. Ay, sağ ol. Əla. Deməli, müəllimlər, yaradıcı təfəkkürü insanda, məsəl üçün, bax, mən izahda bunu demişəm hamısında. Yaradıcı təfəkkürü insanda problemin necə edir? Problemin nə olduğunu tapdı. Daha axtarmır ki, bu niyə baş verib? Mən yaradıcı təfəkkürlü insan niyə olduğunu axtarmır. Deyir tez bunu həll edeyim. Niyə olduğu buna maraqlı deyil. Amma tənqidi təfəkkürlü insan niyə olduğunu, nə üçün baş verdiyini, hər bir şey araşdırır. Tənqidin yaradıcının ilə fərqi budur. Yaradıcı insan bir dənə problemi bilir, deməli problemi gördü. Deyir ki, problem budur, həll yolu budur. Bunu həyata keçirdim və qiymətləndirməliyəm. Axtarmır ki, niyə baş veribdir. Daha üçlüklü şeylər girmir. Amma tənqidi və məntiqi təfəkkürdə isə niyə baş verdiyini də axtarmaq var. Tənqidçi insan deyir ki, mən bunun tam yerində gəlməliyəm, tam özəyini tapmalıyam ki, bu niyə baş verdi? Niyə belə olub bu problem? Var ya bizdə, daş uşaq bir şey eləyir, köhnə analar deyir ki, Sovet dövründə qalanlar. Abla, bu niyə eləmirsən? Məsələn, mən anlam elədim. Niyə eləmirsən? Mən uşaqlara deyirəm ki, eləyib də, eyb yox. Bir də gəlində bunun hər yolunu axtaraq. Anam deyir ki, demirsən niyə eləyib? Deyirəm da onu qutayıb da. Da niyə buna soruşum ki? Əsas buna həll yolu tapmaq lazımdır ki, bir də olmasın. Da niyə eləyib, nə üçün oldu? Bu nəyimizə lazımdır ki artıq? Yəni yaradıcı təfəkkürlü insanda problemə odaqlanır. Amma yaradıcı o birilər niyə olduğunu axtarır. Müəllimlər, burası düşən nüansdır. İndi mən sizə onu aid sual göstərəcəm. Nə oldu? Problem həll etməyin texnikası. Problemin nə olduğunu tapdıq. Həll yolunu planladıq, planı həyata keçirdik və keçirmək, bir də qiymətləndirmə. Düzdür. Səadət müəllimə belə bir sual verirəm. Deyirəm ki, şagird mənlərində diqqətli olun. Əsas yenə gəlib çıxırıq. Heç kəs səsən çıxmasın. Heç kəs çıxmasın. Deyirəm ki, şagird əsəri oxudu. Müəllim indi şagirdə deyir ki, oxuduğun, bax, taksonomiya ilə bağlı sualda, oxuduğun əsərə öz sözündən fikir bildir. Bu uşaq əsərə öz sözündən fikir bildirəcəksə, hansı təfəkkür növündən istifadə edəcək? Öz sözləri ilə fikir bildirəcəksə, bu olur, elə bil ki... Öz sözündən, sanki bir yazıcı o birinin əsərinə fikir bildirir. Deyirik ki, bu onu neyniyir?
Tənqidi, bəli düz deyirsiniz. Tənqidi öz sözündən, öz sözündən. Bir də var ki, tutaq ki mən yazıçıyam. Mən əsər yazmışam. Mənim tutaq ki PDF-im var. Deyirsiniz ki, atırsınız ki mənə Aytəkin müəllimə. Bu PDF-in falan yerinə bax. Müəllimə, bu da bunu səhv vermisən. Yəni mənim PDF-mə öz sözündən fikir bildirmirsən. Mənim sözlərimlə fikir bildirirsən ki, müəllim, bax sən bu da bizə belə demişdin, bu da belə yazmısan. Öz dediyin səhvdir. Mənim sözlərimlə mənə fikir bildirirsən. Yazsın sözlərinlə fikir bildirirsən. Kitabda olan nümunə ilə fikir bildirirsən. O hansı olur? Bu məntiqi olur. Məntiqi. Bax, əsas diyor burası da. Kiminsə əsərinə, kiminsə bir problemlə, bir hadisəyə öz sözündən fikir bildirmək. Oldu, onu tənqid edirsən ki, belə olsa daha yaxşı olardı, elə olsa daha yaxşı olardı. Tənqididir. Bir də var ki, deyirsən ki, orada yazıcı falan şey yazmışdı. Ona görə mən bunu deyirəm. Öz sözü demirsən ha. Yazsın dediyi sözə uyğun deyirsən. Faktdan da fakt. Öz sözünü onu deyirsənsə, öz sözündən deyirsən. Bu sənin fikrindir. Öz sözün sənin fikrindir. Bir də var ki, o kitabdan fakt göstərirsən ki, bax bu da bunu yazıbdı. Mən buna görə buna qarşıyam. Deyirlər tutaq ki, filan müəllimə niyə PDF-lərim, filan müəllimə niyə testimdə gəlmirsən? Deyirsən ki, bu müəllimin yazdığı testə bax. Bu müəllimin bu yazdığı test uşaq sualıdır. Yalnız bunu yazır orada. Hamı da gedib 20-20 işləyir. Mən kurikulumu bilirəm. Amma orada o yazdığı sual uşaq sualıdır. Bax bu testin cüzliyinə bax. Artıq o testdən göstər. Öz sözündən demir ha. Testi göstərir nümunə kimi. Oldu məntiqi. Bir də var deyirsən ki, nə bilim, özüm fikirləşirəm ki, belə sual olmaz. Özüm fikirləşirəm ki, artıq bu tənqididir müəllimlər. Aydındır? Səadət müəllimə, belə bir sual verirəm sizə. Sonra belə bir sualımız düşür. Deyir ki, yazıcının mövqeyini müəyyənləşdirmək. Öz mövqeyi. Yazıcının artıq orada yenə yazıcının fikrini müəyyənləşdirirsən. Hansı təfəkkür növüdür? Yazıcının mövqeyini olur mu? Müəllimə, yox, yazıcının mövqeyini müəyyənləşdirirsən. Öz sözündə falan demirsən ha. Orada yazısın nə demək istədiyini deyirsən ki, yazısı bunu demək istəyir. Ya əsəri oxuyursan, sən deyirlər ki, əsərin bizə qısa xülasəsini danışma hansı düşünmə formasıdır o və yaxud da əsərdə yazısın fikrini tapırsan ki, yazısı bu da bunu deyib. Əsər var əli altında, onunla oxuyub deyirsən, öz sözündən demirsən. Hansı düşünmə forması oldu? Hansı təfəkkür forması oldu, düşünmə forması oldu? Demək, danışmaq. Belə bir analitik olur. Demək, danışmaq, verbal. Verbal da hansı düşünmə formasıdır? Məntiqinin. Məntiqdən danışsan, məntiqdən fikir bildir. Bax, məntiqdən sadəcə deyirsən ki, yazısı bu da bunu demək istəyib. Aydındır və yaxud da deyirəm, müəllim uşağa bir iki səhifəli hekayə verir. Deyir, bu hekayəyə mənə qısa özətini danış, qısa məzmununu danış. Sən məntiqin olmalıdır ki, bu əsər hekayəndən bəhs edir. Hekayə qısalaşdırmalısan. Hansı düşünmə oldu məntiqi? Böyük bir hekayədir. Vaxt tutar onun hamısını danışmağa. Qısa birini özəyini danışmaq lazımdır, məntiqi. Bir də var ki, uşaq özündən hekayə qurur. Uşaq özündən hekayə qurursa, hansı təfəkkür formasıdır? Uşaq özündən hekayə qurdu. Özündən hekayə qurursa, olmayan bir şeydir, bu ərsəyə gətirdi bunu. Səadət müəllimə, sən bunu bilərsən. Olmayan bir şeydir, bu bunu ərsəyə gətirdi. Bəli, yaradıcı. Bəli, düz deyirsiniz də, düz. Əla. Yəni 8-ci sualı işlə bir dənə. 9 istəyirəm, 8-ə 9. Mən yoruldum, biraz siz danışın. 9-da biraz böyüdə bilirsiniz müəllimə. Biraz görmə zəifdir. Yaxşı, müəllimə, narahat olmayın. Buyurun. Həddən artıq bənzətmə. Yaxşı. Xəta kimi bu oldu, düzdür. Xəta kimi bu oldu. Bəs düşünmə forması kimi hansıdır? Düşünmə forması kimi. Bir dinlə, Dədə Qorqud dastanından getdi, bütün dastanların tərifinə ki, bütün dastanlarda afsanə olmalıdır. Bu olur müəllimə deduktiv. İnduktiv. Bir dənəsindən getdi hamısına induktiv düşünməyə aiddir. İnduktiv. Bir dinlə kitabı Dədə Qorqud dastanından getdi, nümunə verib bunu. Nümunədən getdi tərifinə ki, dastanda yalnız real hadisələr yox, həm də ki, əfsal əməklər olmalıdır. İnduktiv düşünməyə aiddir. Səadət müəllimə, xətaya aid də bir dənə sual verirəm. Deyirəm ki, müəllimənin oğlu universitetə qəbul olur, inşallah olar, varsa. Və uşaq da deyir ki, sinif universitetə hamı maşından gəlir, mən də maşından getməliyəm, mənə maşın almalısınız. Bu uşaq hansı xətaya yol verdi? Bu elə bil ki, cəmiyyət tərəfindən qəbul edilir. Sağ ol, düzdür. Deyirəm ki, bəs indi şagird deyirsə ki, nə bilim, tutaq ki, bu uşağa qarşı bir dənə qrup yoldaşı, indi tutaq ki, aqressiya göstərir, deyir, mənim qrup yoldaşlarım hamısı aqressivdir. Bu həddən artıq ümumiləşdirmə olur. Sağ ol. Səadət müəllimə, çox sağ ol.
Kifayətdir sizdən. Vallahi yoruldum. Demək kimimiz qalıb? 7 nəfərimiz qalıb. Demək Təbriz müəllimdən İmran müəllim haralardasınız? Bax demişdim ki, birinə dərsi buraxanda bütün dərs gedir müəllimlər. İmran müəllim necəsiz? Harda qalmısınız? Dərs necə oxuyursunuz? Müəllimə canım üçün keçən dərsi elə işim oldu ki, heç cürə mümkün olmadı qoşulmaq. Müəllim qoşul yanında baxdınız mı qaydası olmasa? Qoşulmaq problem deyil. Axşam qayda baxmamaq problemdir. Baxdınız qayda yoxsa yox? Yox, canım üçün heç nəyə də baxmamışam. Ay, nəfəndə and içirsiniz ay müəllim. Mən indi neyiniyək mövzuya yığılıb qalıb bu gün taksonomiyaya başlayıram. Neyniyəcəyik? Baxacağam, söz verirəm. Həftənin birinci günündə, həftənin birinci günündə təfəkkürü sizdən yığıb fərdi soruşacağam. Baş üstə, Söz baş verirsiniz. üstə. Birinci gündə təfəkkür, üçüncü gündə taksonomiya artıq. Yəni müəllimlər hamımıza aiddir. Bir dərs buraxsaq, dərsə qoşulmasaq, onun qaydına axşam baxmasaq, getdi. Özümdən bilirəm. Mən kimi dərsə qoşulmuşam, hazırlaşıram güya yəni. Bir dəfə dərsə qoşulmadım, çaylı qoşulmuram. Getdi. Bir dəfə bilmədimsə dal getdi. Dalı gəlmir. Amma siz məni kimi eləməyin. Siz məni kimi olmayın. Siz qoşulmayanda götürün, baxın. Təbriz müəllim siz gəlin. Salam müəllim, vaxtınız xeyir. Salam müəllim, vaxtınız xeyir. Təbriz müəllim sizə nədən sual verək? Taksonomiyadan mı verək? Etik davranışdan mı verək? Taksonomiya nə idi? Kompetensiyadan mı verək? Nədən verək? Harda qalmısınız? Mən də verin nə mənim ümumi. Yaxşı. Təbriz müəllim dediyim sizə də aiddir. Əgər müəllimə bu dərsi oxumamısınızsa müəllim, oxuduğunuzdan sual verin. Bu dərs həftənin birinci günü İmran müəllimdən bir yerdə soruşa bilərəm. Amma bu dərs oxumusunuzsa bu dərsin izahında var idi müəllimə. Necə? Bu dərsin izahında var idim. Ondan qabaqki dərsidə işıqlar yox idi bizdə. Hə, tamam, yaxşı. Onda verirəm ümumi sual. Yəni hamınız dinləyin, kompetensiyadan başlayıb sual verəcəm. Deməli 3 dəqiqədir, 17 dəqiqə vaxtımız var. Belə də düşməyəcək. Get. Dur. 6-da düşəcək. Get. 1 saat var. Belə bir sual verirəm sizə. Həftənin şənbə gündür deyə uşaqlar aləmi dağıdıb. Deməli, belə bir sual verirəm. Deyirəm ki, kompetensiyaya aiddir. Hansı kompetensiyamızda empatiya hissinin olmağı əslində hamısında olmalıdır. Amma empatiya hissi, başqalarını düşünmək ən üst səviyyədə olmalıdır. Bu hansı kompetensiyamıza aiddir? Başqa insanları düşünməkdir, başqalarına ziyan vurmayaq, başqaları narahat olar, başqaları nə hiss eləyər. Bu hansı kompetensiyamızdaydı? Yadıma gəlmədi mənim. Yaxşı, deyirəm ki, bu sualı məsələn dərs vermişəm. Toyda dava salırlar camaatın toyuna. Burada camaat hamı qatına baxıb deyir ki, bunlara bax, özünə para bilmirlər. Camaat narahat olur, hamı qorxur, düşür təşvişə, nəsə olacaq. Bunlarda hansı kompetensiya zəifdir? Bunlarda? Bəli. Yox, indi yaddan çıxır. Kompetensiyanı keçdik. Kompetensiyanı birinci gün soruşacağam. Yazın bir yerə. Elə bir mütü yığmayacağam. Kompetensiya. Keçəm etik davranışa. Müəllim səhv eləyir. Müəllimin bu səhvini başqa bir iş yoldaşı düzəldir. Müəllim də həmin iradı qəbul edir, bir də heç vaxt səhv eləmir. Bu müəllimdə hansı etik davranış prinsipi zəifdir? Onlarda loyallıq. Təbriz müəllim. Müəllim iradı qəbul edir. İradını nəticə çıxardır. Bir də həmin səhv eləmirsə, hansı etik davranış prinsipi olur? Yəni müəllim bir var ki, desin ki, siz kimə irad tutursunuz? Bir də var ki, bu mədəniyyət göstərir də, qəbul eləyir səhvini, bir də onun eləmir heç vaxt səhv. Davranışlarla əlaqəlidir. Müəllim, mədəni davranış. Bəli. Müəllim tutaq ki, oturub durub danışır ki, bu kurikulum bizim nəyimizə lazım idi? Kurikulum prinsipini ölkəmizə gətirən evi yıxılsın. Kurikulum bizə lazım deyil. Kurikulum çox səhv bir təhsil formasıdır. Bu müəllim hansı etik davranış prinsipini pozdu? Bir adlarını deyin müəllim. Müəllim, loyallıqmı, etik loyallıqmı, mədəni davranışmı, peşəkarlıqmı? Loyallıq olar. Bəli, müəllim, loyallıqdır. Müəllimin, dövlətin təhsilini pisləməsi. Loyallıq. Dövlət ya başqa bir məktəbi pisləməsi. Bunlar loyallıq. Müəllim, bir dənə də sual verəcəm. Pedaqoji tələbə aid. Görürəm ki, bunda bilmirsiniz. Birinci günü pedaqoji tələb, etik davranış, kompetensiya üçün soruşuram. Üçüncü günü də təfəkkürdən taksonomiya. Müəllim, kimya ilə fən də ki, rəqabət güclüdür. Maşallah olsun. Kimya da bu dəqiqə bu il. Azı 95 plus düşündüyüm müəllimlərim var. Ən azı 95 plus. Maşallah. Yəni müəllim, rəqabət güclüdür. Rəqabət bir qırağa, yəni oxumaq lazımdır.
Düzdür. Bilirəm onu. Yəni 2 aydır, 2 ay, 2 aylıq Bəli, qoşulmuşuq müəllim. 2 ay dözək, 2 aydan sonra düzələcək. Kesin. Ondan sonra axtarmayacağam mən sizə. Belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdi tutaq ki, nəsə bir səhvinə görə pərt edir uşaqların yanında. Müəllim uşağı pərt edir, uşağı utandırır. Hansı pedaqoji tələbi pozmuş olur bu müəllim? Ən elementarını verirəm ki, Səviyyəli davranış. müəllim pedaqoji tələb istəyirəm. Pedaqoji tələb. Hə, tələblər, pedaqoji tələblər nə idi? Yadıma gəlmir. Yox. Bilmirəm onu. Biz müəllim təkrara ehtiyacımız var. Müəllimin bir yaxşı sağlam həyat tərzi keçirmək şagirdin nə idi? Sağlam həyat tərzi keçirmək şagirdin mən vəzifəsidir. Ay, sağ ol. Könüllü yardım etmək valideynin nə idi? Bu hüquqdur. Ay, sağ ol, düzgündür. Dəyərlərdən bağlı sahişlərimiz hansılardı? Dəyərlə bağlı səriştə. Səriştə nə idi mənim? Müəllim, dəyərlə bağlı səriştə. Yaxşı, təfəkkür, fəaliyyət, dəyərlə bağlı səriştəmiz var idi, müəllim. Cədvəl var idi. Təbriz müəllim, birinci gününə kompetensiyaya qədər bütün dərslərdən istəyirəm. Amma kayıtlara baxıb, testlərini işləyib, mütləq dərəcədə. Yenə deyirəm, siz məni yığacaqsınız. Mənim yadımdan çıxa bilər. İndi mən yazacağım bunu bir yerə. Müəllim, mütləq. Bax, məndən inciməyin. Müəllim, məndən inciməyin. Günortadan sonra Olar müəllim. Yəni mən onsuz birinci gün bir dənə dərsim var. O da yanvar qrupunun axırıncı dərsidir. Ora sağollaşıram. Müəllim, nə vaxt olsa problem yoxdur. İmran müəllim dediyim sizə də aiddir. Günortadan sonra vaxtım olacaq. Müəllim, bəli, amma oxuyun, sabahlarım oxuyun. Yenə deyirəm, müəllim, ayın 7-sinə qədər, ən azından təfəkkürə qədər, kompetensiyaya qədər götürə bilməsəz, yəni mən davam edə bilməyəcəm. Yəni bunu mən deməyə məcburam. Çünki mövzular müəllim yığılır. Düzdür. Elə müəllim var ki, indi danışıram özündən. Deyir müəllim, ötəsindən gələcəm, bacaracam, oxuyacam. Hə, onda davam edirik. Amma müəllim çox yığılsa, yəni belə deyim də, artıq onun bir o qədər də mənası qalmır. İnşallah müəllim yaxşı olar. Yenə deyirəm, mən onsuz may ayın 4-dən qrupum başlayır. O linki mən göndərəcəm. Elə bir link həftədə 2 dəfə öz qrupunuzdan qoşulacaqsınız. Həftənin 4 günündə o qrupdan qoşulacaqsınız. Təkrarla gedəcəksiniz onsuz da. Onda daha yaxşı öyrənəcəksiniz. Amma ona arxayın olmayın da. Bir öz qrupunuzdan gedin ki, təkrarla gedin də daha yaxşı öyrənin də. Belə. Təbriz müəllim, təfəkkürlə bağlı onda bir dənə də sual verirəm. Bəlkə bunu oxumusunuz deyə düşünürəm. 2 dəqiqə vaxtınız var. Deyirəm ki, belə bir sual verirəm. Deyirəm ki, məsəl üçün müəllim, Aytəkin müəllim indi deyir ki, Təbriz müəllim yoxmamışsınız. Təbriz müəllim qayıdıb deyir ki, müəllim siz deyirsiniz ki, mən imtahandan kəsiləcəm. Hansı xətaya yol verdiniz? Xəta. Həddən artıq ümumiləşdirmə demə. Xeyr, müəllim, boş adam. Boş adam xətası. Aha. Bir də var ki, Təbriz müəllim bir dəfə dərsi qaçırdı. Deyir ki, ondan sonra mən heç vaxt heç nə öyrənə bilməyəcəm. Mən bir dənə bu dərsi anlamamışam. Heç birini anlaya bilməyəcəm. Onda hansı xəta olur? Və onda siz deyəndir. Nə demişdim, yadımdan çıxdı. Müəllim, oxumamışsınız. Müəllim, oxumamışsınız. Belə cavabları elə-belə deyirsiniz. Müəllim, kayıtlarına baxın. Yenə deyirəm. Müəllim, kompetent müəllim, kayıtlara baxın sual-cavab hissəsinə. Qalacaq. Maşallah, belə deyim. İmran müəllim yaşı bəlkə də 2 yaşınız qədərdir. Görürsünüz, yadda qalır. Yaddaş söhbəti deyil. Sadəcə müəllim məqsəd qoyub oxumaqdan bağlıdır. Bir dərs buraxanda düşünürsünüz ki, alınmayacaq, götürəlməyəcəm, vaxt az qalıb, qapılırsınız mənfi düşüncəyə və müəllim cəhd eləmirsiniz. Amma müəllim, vallah cəhd eləsəz, 59 yaşında müəllimlər var ki, mən onlardan 60 bal gözləyirəm. Onlardan yaddaşı zəif deyil ki. Biraz vaxt söhbət ola bilər. Onda müəllim çalışın ki, nə bilim, maksimum 2 saat ayırın. Müəllim, birinci günü kompetensiyaya qədər soruşacağam. Kompetensiyaya qədər bir saat davam edəcəm, yoxsa yox. Yaxşı müəllim. Müəllim, kompetensiyaya qədər etik davranış, pedaqoq. Müəllim, əsas baxın kayıtdakı sual-cavab yerinə. Müəllim, bir dəfə özünüz oxuyun PDF-i. Kayıtda olan sual-cavab yerinə baxın müəllim. Elə o biraz da qeyd götürə müəllim, sizə bəs eləyəcək. Hər şey müəllim, WhatsApp qrupunda var. Yoxsa yazın mən sizə göndərim. Ümumi qrup vardı, aprel qrupu. Hə, yəni mən onu tapmasaz müəllim, atın mən sizə, yəni deyim mən sizə göndərim. Belə. Yaxşı. Müəllim, yenə deyirəm, hələ ki müəllim gec deyil. Vallah gec deyil. 2 aya hər şeyi edə bilərik. İyun ayında bitiririk. Hələ təkrarımız olacaq 2 dəfə bir imtahanda kimi. İyunun 15-nə qədər bir təkrar, 15-dən sonra bir təkrarımız olacaq. Yəni mükəmməl öyrənə bilərsiniz, amma özündən çox şey asılıdır. Cəhd eləmək lazımdır. Nəsə, getdim. Bu müəllimə getdim. Starə müəllimə gəlin. O kimsə mənə yazmışdı ki, məndən soruşun. Amma heç əlini qaldırmayıb. Leyla müəllimə idi, səhv eləmirəmsə, yoxsa hansı Leyla idi? Ondan soruşdum.
Kimsə yazmışdı. Mən də istəyirəm, mümkünsə. Bahar Mirzəyeva. Olar Bahar müəllimə, yazın mənə, birinci gün soruşaram. Birinci nəfərdən var. Çünki bazar onsuz birinci gün öz dərsim var. Demək, xeyir, o başqa bir Leylamız olmalıdır. Nəsə, getdik. Stara müəlliməni çağırdım. Stara müəllimə belə bir sual verirəm sizə, diqqətli olun. Deyirəm ki, bu qayda məsəl üçün müəllimlər işi çox çətindir. Səhər məktəbə gedirlər, axşam hazırlığa başlayırlar, sonra özlərinin dərsləri var, həmçinin də ev işi görürlər. Ümumiyyətlə qadın olmaq çətindir. Mənim bu cümləmdə hansı düşünmə forması var? Həm uşağa baxırlar. Sistemli. Ay, sağ ol, sistemli. Bir də var ki, deyirsən ki, mənim səhər gündəlik həyatım belə keçir ki, səhər birinci məktəbə gedirəm. Məktəbdən gələndən sonra tutaq ki, hazırlıq etməyə başlayıram. Ardıcıl düşünməyə aiddir. Belə bir sual verirəm sizə. Deyirəm ki, deməli, fənniniz nə idi? Coğrafiya. Aha. Müəllimə verdiyim sual. Hansı kompetensiyamızda empatiya hissi ən yüksək olmalıdır? Empatiya hissi, başqalarını düşünmək. Bir dəqiqə demişdim bunu. Başqalarını düşünmək ən üstün olmalıdır. Aha, yəni başqalarını düşünməlidir, o cür qərar verməlidir, elə hərəkət eləməlidir ki, başqalarına mane olmasın. Yəni mədəni davranış. Müəllimə, kompetensiya istəyirəm, kompetensiya istəyirəm, şəxsi sosial öyrənmək. Bəs deyirəm ki, bəs deyirəm ki, şagird gedir tutaq ki, Asiya ölkələrini gəzməyə, deyir ki, Asiya ölkələri yeməkləri bərbaddadır. İlan yeyirlər, qurbağa yeyirlər, ilbiz yeyirlər. Bu Asiya ölkələri ümumiyyətlə çox belə, nə bilim, fərqli ölkədir. Onların bir düzgün musiqisi də yoxdur. İndi bu uşaqdan hansı kompetensiya zəifdir? Həddən artıq mədəni müxtəlifliyə hörmət. Ay, sağ ol. Bəs indi siz deyək ki, bir dəfə yemək yeyir, görür ki, bu yemək bərbaddır, mənim qardaşım kimi eləyib. Ondan sonra deyir ki, bu Asiya ölkələri yeməkləri hamısı pisdir. Bir dənə yemək yeyib, xoşuna gəlməyib, bütün ölkələri pis deyir. Hansı xətaya yol verir? Bu həddən artıq ümumiləşdirmə. Ay, sağ ol, düzgündür. Deyirəm, şagird deyir ki, məsəl üçün, məktəbimizin ən gözəl qızı dizayner olmaq istəyir, mən də onun kimi dizayner olmaq istəyirəm. Hansı xətaya yol verir? Özünü bənzətmə. Ay, sağ ol, düzgündür, əla. Deyirəm ki, deməli, müəllim şagirdə deyir ki, dərsə niyə gəlməmişdin? Şagird də qayıdıb deyir ki, müəllim həmin gün başım ağrıyırdı. Çox mənalı danışma. Ay, sağ ol, əla, düzgündür. Belə bir sual verirəm sizə. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, tutaq ki, iki dənə şəkil arasındakı oxşarlıq və fərqi tapın. İki dənə şəkil verir, deyir bu şəkillərin arasındakı fərqi tapın. Hansını düşünmə, hansı... Məntiqidir. Bəli, məntiq təfəkkür, düzgündür. Bir də var ki, indi müəllim uşağa iki dənə şəkil verir. Yenə bax, belə sual verirəm. Müəllim uşağa deyir ki, iki dənə şəkil düzəldir. İki dənə şəkildən... Yox, bir dənə belə sual verim. Deyirəm ki, müəllim şagirdə, tutaq ki, deyir ki, şəkildə gördüyünü mənə təsəvvür elə. Təsvir elə. Yaradıcı. Oy, özündən qurmuş ki, kitabda olan bir şeydir də, özündən qurmayıb. Səsləri bağlayaq mənim. Təsəvvür eləyir də, yəni... Təsəvvür eləmək hansıydı? Yenə. Qeyri ver. Bəli də, o da hansındadır? O da məntiqi təfəkkürdədir də. Verbal formada danışsın. Danışmaq var. Müəllim uşağa deyir ki, şəklində gördüyüm mənə danış. Uşaq məntiqdən düzgün qoşmalıdır ki, burada gül var, çiçək var. Mən buradan təbiətə aid əsər qurum. Özündən yaratmır ki, əlində o şəklə baxıb qurur da. Aydındır, məntiqdən. Bəli, məntiqdən, əlbəttə, məntiqdən. Belə deyirəm ki, deməli, belə bir sual verirəm. Ay, sağ ol. Düzdür. Deyirəm ki, müəllim şagirdə hadisələr arasındakı əlaqələri qurmağını tapşırır ki, hadisələri bir-birinə əlaqələndir. Məntiqi təfəkkür. Ay, sağ ol. Əlaqələndirsən ki, bu hadisə belə oldu, o hadisə belə oldu. Məntiqdən oxşarlığını tapırsan. Gördünüz, hadisə deyirəm. Bir də var ki, müəllim şagirdə deyər ki, nə bilim, tutaq ki, hər hansısa bir hadisəyə, tutaq ki, bayaq demişəm bu sayəsində, hər hansısa bir hadisəyə öz fikrini arqumentlərlə əsaslandır. Öz fikrini arqumentlərlə əsaslandır. Bu olur tənqidi təfəkkür. Bəli, Ayşə. Ümumiyyətlə müəllimlər, harda debat varsa, tənqidi təfəkkürə aiddir. Debat da budur ki, hamı istəyir ki, onun fikri qalib gəlsin. Məsəl üçün, mən sizə bunu demişdim. Bugün də deyəcəm. Cümləmizdə müzakirə sözü varsa, yəni müəllim uşaqlar dərsi müzakirə ilə keçirsə, müəllim uşaqlar deyir ki, filan şeyi öz müzakirə eləyin görək, kimin dediyi daha doğrudur. Bu da hansı təfəkkür növü var? Kimin dediyi daha doğrudur?
Müzakirə, artıq burada debat var deməkdir. Müzakirə budur ki, debat. Görək kim dediyi daha doğrudur. Mən çalışıram ki, mən deyən düzgün olsun, öz fikrimi belə ölçürəm, bitirəm. O da istəyir ki, onunki olsun, tənqid təfəkkür. Ona görə cümləmizdə müzakirə sözü varsa, deməli, bilin ki, bu da debat səbəb təfəkkür edir. Debatda varsa bu bizdə tənqid təfəkkür deməkdir. Belə bir sual verirəm sizə, diqqətli olun. Deyirəm ki, məsəl üçün, bir də siz mənə deyin, görüm, mənə danışın yaradıcı təfəkkürü. Yaradıcı təfəkkürü insanda hansı, nə bilim, orada bəzi nüanslar var ki, nələr olmalıdır, iş üsulları hansıdır? Bunun haqqında bir məlumat verin. Deməli, necə? Biraz nəzəriyyəni sözlərimdə deməkdə çətinlik çəkirəm. Yəni ki, həmişə çox bu ideyalar axtarır, yəni yeni fikirlər axtarır, sonra gec nəticəyə gəlir. Düzdür. Yox, düzdür deyirəm, məndə fikir ver. Niyə gec nəticəyə gəlsin ki? Yəni, yaradıcı təfəkkür insan müşahidə edərək, əlaqə quraraq, sual verərək bir şey yaradırdı. Mənə problem həll eləməyin onda ardıcıllığını sayın. Problem həll eləməyin 5 ardıcıllığı var idi. Ardıcılığı düşən sualdır, mütləq düşür. İndi ona aidsə sual tapacam sizə ona aid. Sağlam. Problem həll eləməyin ardıcıllığı deməli, nəzəriyyə çətin deməkdir biraz. Yaxşı. Belə bir sual verirəm sizə. Deyirəm ki, məsəl üçün deyirəm ki, müəllim şagirdlərə deyir ki, tutaq ki, müəllim şagirdlərə deyir ki, biz əvvəlcə sizdən summativ eləyəcəyik. Summativin ballarından sonra mən sizin içərinizdən kimin daha yaxşı oxuduğunu müəyyənləşdirəcəm. Hansı düşünmə forması var? Düşünmə forması ardıcıldır. Bəli, summativ eləyəcək. Summativin balına baxıb uşaqların hansının qalib olduğunu müəyyənləşdirəcək. Düzgündür. Yaxşı. Siz mənə belə bir sualıma cavab verin, zəhmət olmasa. Deməli, əslində bu gün test işləyəcəkdik. Test bax, yenə qaldı. Çünki özüm sualları daha çox tez verirəm deyə. Test biraz gec işlənir də. Deyirəm ki, müəllim şagirdlərə sinifdə iclas keçirdir. Şagirdlərə deyir ki, konflikti həll eləmək üçün hərə özünün həll yolunu desin. Uşaqlar da hərəsi öz həll yolunu deyirlər. Sağ ol. Bəs müəllim şagirdlərə deyir ki, tutaq ki, bir neçə həll yolu içərisindən gəlin müəyyənləşdirək ki, kimin həll yolu daha yaxşıdır? Burada da yəqin tənqid edir. Bəli, kiminki daha yaxşıdır. Söz deməsən ki, tənqid daha yaxşı olsun. Bəli, tənqid edir. İstədə müəllimə çox sağ ol. Deməli, diqqətli ol. Bu da analoji düşünməklə analitik düşünməni biraz müəllim, analoji fərqdir. Analoji budur ki, Aytəkin müəllimə ilə İstədə müəllimə arasındakı oxşarlığı tap. Deyirsən, biri sarışındır, biri qaraşın. Biri əsəbidir, biri sakit. Bu oldu analogiyamız, oxşarlıq, fərq. Nə bilim, insanla delfin, insanla yarasa, nə bilim, subtropikdən tropikin oxşarma fərqi. Budur. Analitik isə müəllimə, ona aid yenə deyirəm, bayaq da demişəm onu. Elə bir sual düşmür, amma analitik hər hansısa bir hadisənin ən incəliyinə getmək, ən dərinliyinə getmək. Baxın, problemin, bayaq dedim ki, yaradıcı təfəkkürü insanda problemin niyə olduğunu araşdırmaq yoxdur. Deyir ki, problem oldu mu? Problem budur. Həll yolu axtarıram, plan qururam, planı həyata keçirdirəm. Bu da oldu yaradıcıda. Amma məntiqidə analitik budur ki, problemin niyə olduğunu belə gedir, dərinliyinə var da belə insanlarımız cüziyə gedib axtarır görür bu niyə belə olub. Çürükçü insan deyirəm mən bunları həmişə ona. Yəni belə çürükçü də, belə hər bir şey. Tax ki, belə mənlər bəzən olur. Gəlib yazır. Siz mənə filan şey dedi. İstəyirəm mən onu yaxşı demişəm. Yox, sizin dediyin sözün altında filan məna yatır. Elə bir şey düşünüb də qoş ki, ağlıma gəlməz. Nə çürükçü insandır bu insan. Yəni analitik də belə o dediyim sözü belə incəliyir hər tərəfli. Analitik müəllimə budur. Çox sağ olun müəllimə, siz artıq az vaxtım qalıb. Əslində izaha başlamalıyam. Demək, bir dənə Nahidə müəllimədən də soruşum. Qalanları qalacaq. Nahidə müəllimə gəl. Rami müəllimə 3 dəfə soruşmuşam Rami müəllimdən. Sevinç, Səmiral, Ayşə müəllimə qalacaq. Bu yaradıcılıqla bağlı bir sual verərsiniz müəlliməyə də, əgər özü də uyğunsa. Olar. Biraz olar müəllimə. Amma azmidir, sual çox da şey eləyə bilmədim, biraz anlaya bilmədim. İndi deyəcəm, yaxşı. Nahidə müəllimə deyirəm ki, Nahidə müəllimə gedir tutaq ki, Nahidə müəllimə evdə qız qalasının şəklini çəkir. Hansı təfəkkür formasıdır? İndi deyəcək yaradıcı.
Məntiqi. Bəli, məntiqi. Müəllimlər, qız qalasının şəklini çəkmək. Bu dəqiqə desəm ki, müəllimlər, qız qalası nədir? Hamımızın gözünün qabağına gəlir ki, qız qalası budur. Müəllimlər, qız qalasını çəkmək yaradıcılıq demək deyil. Onsuz olan bir şeydir də. Belə bir çıxmasın. Bu əgər gücü çatırsa, özü belə yaxşı bir qala şəkli çəksin. Niyə qız qalasını çəkir ki? Niyə olan bir şey çəkir ki? Olan bir şey çəkirsə artıq bu onsuz da var. Faktdan qız qalası var. Bu da bunun şəklini çəkir. Hansı şuma formasına aiddir? Qeyri-verbal şəkil çəkib ancaq. Məntiqi təfəkkürdür. Taksonomiya da tətbiq eləməyə aiddir. Taksonomiya da tətbiq eləməyə aid. Keçəcəm indi mən 10 dəqiqədən sonra. Yəni müəllim bu olan bir şeydir. Bir də var deyirəm ki, şagird özündən elə bir bina maketi çəkdi ki, hamı heyran qaldı ki, bu gözəl binadır. Olmayan bir binadır da, yoxdur. Onu çəkdi. Yaradıcı və yaxud da şagirdlər özlərindən təklif planı hazırladılar. Olmayan bir şeydir. Plan qurdu ki, müəllim, elə plan hazırladılar, plan qurdular. Hansı təfəkkür forması? Yaradıcı. Bir də var ki, müəllimin qayda qanunlarına baxıb, o qayda qanunundan uyğun plan qurdular. Onda hansı olur? Qayda qanun onsuz da var. Ona uyğun plan qurdular. Özündən qurmayıb. Bəli, müəllimə tənqidi niyə? Müəllimə tənqidi olsun. Qayda qanun onsuz da var. Fıraq bağlayan zəhmət olmasa, sən Fıraq xanım, mən bağlaya bilmirəm. Yaradıcı təfəkkür. Müəllimə deyirəm ki, diqqətli fikirləş. Vurğuya bax. Memar kimdir müəllimə? Memar. Memar xüsusi. Memar yox, müəllimə. Memar kimdir? Baxın, adi bir sual verirəm ki, memar kimə deyilir? Dəstəyim də ki. Nədən bir şey qurur, bir türbə qurur. Nə qədər bir memar bir binanın maketini verir. Deyirəm, bu da memarı müşahidə edəndən sonra bina tikdi. Ramin müəllim, anladınız yaradıcı təfəkkürü. Yaratdı özü. Memarı müşahidə edib dibi oldu yaradıcı təfəkkür. Bir də var deyirəm ki, tutaq ki, qonşularında bir ailə var idi. Bu ailənin problemlərini müşahidə edib dinlədikdən sonra qərara gəlir ki, belə ailəm olmaqdansa olmamağı yaxşıdır. Bu tənqid olur. Bəli, öz fikrini bildirir də. Öz fikrini bildirir ki, belə ailəm olmasın. Bu memar deyirəm. Bir də var ki, təbiəti müşahidə eləmək. Müşahidə edib artıq bir əşya yaratmaq. Yaratmaq odur da, bir əşya qursun, maket qursun, bina qursun və yaxud da şagirdlər tutaq ki, tarixdə Osmanlıya aid möhtəşəm bir slayd hazırladılar. Hansı təfəkkür növünə aiddir? Yaradıcı təfəkkür. Bəli, slayd hazırlamaq həmişə yaradıcı təfəkkürdür. Bir də var deyirəm ki, nə bilim, şagird Osmanlı dövlətində Şah Sultan Süleymanla Hürrəmin tutaq ki, evliliyinə öz münasibətini bildirdi. Öz fikrini bildirdi ki, mən razı deyiləm Süleymandan. Bu nə oldu? Tənqidi. Nə bilim, Şah Sultan Süleymanın tutaq ki, siyasətini müşahidə edib, fikir bildirdi ki, səhv eləyib. Bir var ki, bildirsin, müşahidə etsin siyasətini, o da siyasətdir də, bu da bir əşya yoxdur ki, bu oldu tənqidi. Bir də var ki, Şah Sultan Süleyman qızıl üzük düzəldirdi də, bilirsiniz ki, qızıldan, yaqutdan üzüklər düzəldirdi. Şunu da görmüşəm, bilmirəm. Tutaq ki, nə bilim, indi onu tutaq ki, müşahidə edir, bu da gedir başlayır üzük düzəltməyə. Onda nə oldu? Bu da yaradıcı. Bəli, yaradıcı. Yəni müəllimlər, bir açar sözü mən sizə o bəzi toy müəllimlər var, sözüm də pis çıxır valla. Deyir ki, hə, açar sözdən get, bunu əzbərlə belə olacaq. Müəllimlər, əzbərçilik bizə lazım deyil. Bizə cümlənin içinə girmək lazımdır. Cümlənin içərisinə girirsən. Bu da bu üzük düzəldir, üzük düzəltdi. Üzük əşyadır, yaradıcı. Bu da bunun siyasətini bəyənmir. Bilir ki, bu belə olmalıdır. Səhv elədi. Siyasət var, yazılı söz, qayda qanun. Bu tənqididir. Baxıb etməkdə məntiqidə elə bir şey var. Baxıb hər hansı bir şey eləmək. Bəli, baxıb eləmək artıq bildiyi ki, yaratmaq var. Məsəl üçün nəysə baxıb ona uyğun şəkildə yaratmaq. Bəli, baxıb eləmək məntiqli olmağa aid. Məntiqi təfəkkür sayılır. Baxıb eləyirsən. Bəs bayaq qeyd elədik, məsəl üçün tam quşlara baxır, onlara uyğun şəkildə. Mən demədim ki, eyni o quş. Mən demədim ki, eyni o yuvadan düzəldir. Mən dedim ki, eyni həmin yuvadan düzəldir. Müəllim, eyni baxıb, eyni həmin yuvadan düzəldirsə, hə, o oldu məntiqdən ki, hə, eyni bunun kimi. Amma bir də var ki, quşlardan öyrənirsən ki, palçıq, tük, otdan nəsə eləmək olar. Artıq bu fərqli bir şey düzəldir də. Bir var ki, deyirəm ki, qız qalasında müəllim, bax, müəllim. Maketin hazırlayırsa, bu artıq məntiqi olur. Necə? Amma məsəl üçün ona uyğun hər hansı bir özündən bir şey düzəldirsə, o yaradıcı olur. Bir var deyirəm ki, müəllim, bax, qız oturur qız qalasının qabağında bulvarda, qız qalasını çəkdi. Deyə bilərsən ki, bu yaradıcıdır. Qız qalası var da o gözün qabağında bunu çəkib. Məntiqlə bunu çəkir ki, bu məntiqdəndir. Bir də var deyirəm ki, oturdu özündən bir heyrətamiz qala şəkli çəkdi. Heyrətamiz qala. Qız qalası deyil axı.
Amma bilinçli qala belə olmalıdır. İndi bu qalanı bu biraz düzəcək, naxış qoyacaq, olacaq başqa bir şey. Amma hamısına da qala gedir də. Hamısına da yuva gedir də. Müəllim, yəni olmayan bir şey qursun. İndi müəllim öyrədəcəm o əslini mən sizə. Deyəcəm indi bugünkü dərsimizdə. Həmin müəllim əslində bu qədər dərs içərisində elə bir şey soruşursan ki, valla ən cüzi bir şeyini müəllim narahat olma, öyrənəcəyik. Yox, o başa düşdüm. Sadəcə bunun üstünə sanki biraz az dayandıq deyə ona görə çünki həmişə düşünürəm ki, o elementar bir şeydir də. Yəni olmayan bir şey yaratmaq. Hətta müəllim bunu ən çox öyrədirəm mən taksonomiya dərsində. Orada yaradıcılıq var. Ən çox müəllim orada bunun üstünə düşürük ona görə. İndi deyəcəm. Orada tətbiq etmək mənası var müəllim. Tətbiqdən artıq gedirsə məntiqi təfəkkürdür. Yaratmaqdan gedirsə tətbiq etmək nə deməkdir? Kiməsə baxıb eləmək, kiməsə bir şeyin kopyalamaq odur da. Yəni onunla gedirsə məntiqidir. Amma özü olmayan bir şey qursa müəllim yaradıcıya aid olur. Nahidə müəllimə belə bir sual verirəm sizə. Deyirəm ki, məsəl üçün şagird tutaq ki, belə deyim də, şagird tutaq ki, bir dəfə az bal yığır imtahanda, bundan sonra düşünür ki, bütün imtahanlarda aşağı bal yığacaq. Hansı xətaya malikdir? Həddən artıq ümumiləşdirmə. Ay, sağ ol. Bəs belə bir sual verirəm. Deyirəm ki, şagird tutaq ki, müəllim şagirdə layihə işi tapşırır. Şagird özü gedib layihə işi hazırlayır. Möhtəşəm formada. Uşaq xanəmidə layihə işi hazırlayırlar. Layihə işi hazırlayan şagirdlərdə hansı təfəkkür forması var? Layihə işi. Biz sizdən bunu keçmişik. Siz layihənin nə olduğunu bilirsiniz. Mən ona görə bu sualı sizə verirəm. Biz onu sizdən bitirmişik. Siz layihənin nə olduğunu bilirsiniz. Sizdə nə olduğunu bilirsiniz. Deyirəm, layihə işini eləyirsən. Hansı təfəkkür formasıdır? Təfəkkür forması istəyirəm. İş sulu hardan çıxır? Təfəkkür forması. Mən də səsləri bağlayaq da. Qurban sizə. Valla mən bezdim. Kimsə səsini bağlamaqdan. Müəllimə, uşaq layihə işi hazırlayır. Hansı təfəkkür formasına aiddir? Nahidə müəllimə, 3 dəqiqədə birinin sualın üstündə fikirləşirik. Müəllimə yadımdan çıxdı. Müəllimə, layihə işində slayd olmurdu. Demirdik ki, o uşaq slayd hazırlamalıdır. Müəllim uşağın daim yanında olurdu. Bunu sınaqdan keçirtməli idi. Deməmişdik Nahidə müəllimə, ərk eləyib sizə əsəbləşirəm ha. Bilirsiniz yəqin ki. Müəllimə, layihə işində slayd varsa, müəllimə, yaradıcı təfəkkürə aiddir də. Müəllimə, uşaq da yanındadır. Yaxşı, müəllim, yaxşı. Narahat olma müəllimə. Eyb yox, Allah saxlasın. Yadımdan çıxdı. Yaxşı. Müəllimə, bayaqdan cavabları görəm. Cavabları yaxşı yazmısan. Özünə gələni çaşırsan, ona görə əsəbləşirəm. Belə bir sual verirəm sizə. Müəllimə, həyəcanlanma. Niyə bu da biz-bizəyik? Niyə həyəcanlanırsınız ki? Belə bir sual verirəm sizə. İlk dəfə deyil ki, sual cavab eləyirik. Vallahi 4 aydır mən sizə sual cavab eləyirəm. Belə bir sual verirəm. Deyirəm ki, müəllim tutaq ki, şagirdlərə bildirir ki, tutaq ki, məsələn, bu sualı verim. Deyirəm, müəllim uşaqlara deyir ki, o sual tətin sualdır. Deməli, yaxşı, düzüm qoşub sualımı. Xətalara aid sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, və yaxud da kimsə bir nəfər başqa bir insana deyir ki, kalbasa və sassiska yemək sağlamlığa ziyandır. O da qayıdıb deyir ki, mən də kalbasa və sassiska yemirəm, çünki sağlamlığa ziyandır. Hansı xətaya yol verir? Ay, sağ ol. Deyirəm ki, yarasaların görmə qabiliyyəti yoxdur. Onlar səs lokasiyasından istifadə edirlər. Buna görə baxıblar, radar sistemləri düzəldiblər. Hansı düşünmə formasına aiddir? Yarasayla. Yaxşı, başqa hansı? O təfəkkür, o məntiq xətasıdır. Mən düşünmə forması istəmişəm. Yarasa və insanın hər ikisinin ortaq nöqtəsini. Yaradıcı təfəkkür, nəsə düzəldiblər. Yaxşı, o da var. Qurban sizə, o da var. Bəs düşünmə forması istəyirəm, düşünmə forması. Mənim bildiyim əlaqə yaradılması. Hə. Qoşdu, atın biri qoşuldu. Hə, düşünmə forması hansıdır? İndi mənə düşünmə formalarımızı sayın görüm. Siz düşünmə formalarının bir adını bilirsinizmi? Bir onu sayın görüm. Düşünmə formaları. Bəli. Mən yaradıcı təfəkkürün əlaqə yaradılması. Yox, mən düşünmə forması istəyirəm. İş sulu istəmirəm. Düşünmə forması istəyirəm. Mən dəqiq təfəkkürün düşünmə formalarını istəyirəm. Yaxşı, müəllim şagirdlərə deyir ki, hamı yerində... Bəli də müəllimə, düşünmə forması deyil, Nahidə müəllim olar. Bəli, onlar deyirəm də müəllimə. İndi bu yarasayla insanı... Bəli, indi yarasayla insanı oxşar... Ay Allah, yarasayla insanı oxşarlaşdırıblar.
Hə, müəllimə oxşarlıq, analogiya. Bəli, analogiya. Yaxşı, belə bir sual verirəm. Deyirəm ki, sinifdə konflikt baş verir. Müəllim bütün şagirdlərdən istəyir ki, hamınız bu baş verən konfliktdə öz münasibətinizi bildirin. Deməli, xüsusidən ümumiyyət. Müəllimə, qurban sizə təfəkkür forması istəyirəm. Təfəkkürün formasını istəyirəm. Müəllim uşaqlara deyir ki, baş verən hadisəyə hamı öz fikrini bildirsin. Burada hansı təfəkkür forması var? Sağ ol, tənqid təfəkkür, düzgündür. Deyirəm ki, müəllim tutaq ki, şagirdlərə deyir ki, hamınız tutaq ki, bu şeiri çıxıb əzbər danışmalısınız. Demək, müəllim şagirdlərdə hansı düşünmə formasını formalaşdırmaq istəyir? Hamı çıxıb şeiri əzbər danışmalıdır. Müəllim deyir şagirdə, deyir ki, uşaqlıq yaş dövrü ən qayğısız yaş dövrüdür. Uşaqlar deyməyi, gülməyi, əylənməyi, oynamağı sevirlər. Həmçinin uşaqlar elə bilirlər ki, həyatda hər şey asan baş verir. Hansı düşünmə forması da sistemli. Bir də var ki, müəllim deyir ki, siz elə bilirsiniz ki, valideyn olmaq asandır. Siz birinci körpə olursunuz, sonra bağçaya, məktəbə gedirsiniz. Ən sonda isə artıq universitetə qəbul olursunuz. Ona qədər də valideynlər sizin əziyyətinizi çəkirlər. Nə gözəl sual oldu yeri gəlmişkən. Hansı düşünmə formasıdır bu? Ardıdım. Sağ ol. Körpə, bağça, məktəb, ən gözəl sual yeri gəlmişdi. Bu sualı mən əzərsız suallarıma salaram. Hər yerdə mənə belə ilham gəlmir. Yaxşı, Naidə müəllimə, yaxşısan. Cavablarını gördüm. Diqqətli ol. Ramin müəllimin sualı hamımızı çaşdırdı biraz. Sual verəndə bilirəm. Yaxşı. Nə gələndə nəsə elə bir beynim durur. Yaxşı. Deməli, müəllimlər, həftənin 3-cü gününə bax sıqın eləyirəm. Siz də mən yadıma salın. Ayşən, Sevinç, Leyla və sən. Bir dənə Leyla müəllimdən soruşdum sonra. Ayşən, Sevinç, maşallah, İlham müəllimə dəli qaldırıb. Əla. Qoy soruşum, neynək? Leyla müəllimə gəlin, səsləri bağlayaq müəllimlər, qurban sizə. Leyla müəllimə siz gəlin görüm Əliyeva Leyla. Salam müəllimə. Salam. Leyla müəllimə, harda qalmısınız? Ən son nəyi soruşmuşam, nəyi soruşmamışam? Məncə gözəl qaldıran müəllimlərdənsiniz. Deyin görüm harda qalmısınız? Mən hər saat qoşula bilmirəm deyə. Amma siz atdıqlarınızın hamısına baxıram, testləri işləyirəm. Belə ümumi istəyirəm, zəhmət olmasa. Yaxşı, onda müəllimə bir 5 dəqiqə sual cavab edək. Yaxşı, tamam. Müəllimə, tutafan qədər soruşacağam. Bax, Cunay müəllimədir, Səmran müəlliməni dərk edib saxlayacağam, Ayşən müəllimə də qalacaq. Onları saxlayacağam müəllimlər, bir də Sevinç xanım. Növbət dəfə hamımız, yəni onlardan başlayıb soruşacağam. Çünki vaxtım çatmır, hələ gecikdirəm, valla, izaha çox gecikdim. Leyla müəllimə, belə bir sual verirəm sizə. Gəlin siz Leyla müəllimə. Siz mənə deyin görüm, kurikulumda hansı prinsiplər var? Bir prinsiplərimi sayın, bir görün mənə. Əliyeva Leyla, mən dəstəyəm, dur. Kurikulumun prinsipləri deməli, şagird yönümlülük, şəxsiyyət yönümlülük, tələb yönümlülük, interaktivlik, sonra nəticə yönümlülük. Sağ ol. Yaxşı. Belə bir sual verirəm. Deyirəm ki, müəllim plan qurmuşdu ki, sabahlarım şagirdləri ekskursiyaya aparacaq. Amma möhkəm yağış yağır deyə ekskursiyaya qalır. Hansı kurikulum prinsipi pozulub? Nəticə yönümlülük. Sağ ol, düzgündür. Siz mənə deyin görüm, deməli, şagirdin özünə hörmət tələb eləmək müəllimin nə idi? Bu vəzifəsi. Müəllimə, özünə hörmət tələb etmək. Müəllimin hüququdur. İstəyirsə bunu eləyər, istəmirsə eləməz. Hüququdur, bəli, hüququdur. Bəs deyirəm ki, hər kəsə hörmət eləmək şagirdin nə idi? Vəzifəsi. Sağ ol, düzgündür. Könüllü yardım eləmək valideynin nə idi? Hüququ. Dərsdən kənar məşğələlər keçmək valideynin, müəllimin nə idi? Vəzifəsi. Sağ ol, düzgündür. Təfəkkür, dəyər, fəaliyyətlə bağlı sayışda. Təfəkkür, tənqidi təfəkkür, məntiqi təfəkkür, yaradıcı təfəkkür. İndi sayışda istəyirəm, sərişdə. Sərişdələr. Bəli. Bu hansı pedaqoji tərəf pozulmasıdır? Mədəni davranış. Yaxşı, etik davranış kimi budur. Bəs pedaqoji tələb kimi hansıdır? Pedaqoji tələb kimi.
pedaqoji tələb kimi bu olur. Uşaq travma verir, uşağın psixologiyasını korladı. Nə bilim, uşağı pis elədi də mənə. O stimul. Xeyr. Dəstəkləyici mühit. Dəstəkləyici mühit və bəli, dəstəkləyici mühit yaradılması. Yaxşı, deyirəm müəllim şagirdlərə səhvini izah eləmir. Orada inkişaf yönümlülük. Sağ ol. Bəs müəllim uşaqlara yol göstərir, istiqamət verirsə, nə bilim, öz ballarını deyirsə, yol göstərir, istiqamət verir, öz ballarını deyir. Bir uşağa, nə bilim, motivasiya verir. Bir uşağı yönləndirirsə hansı pedaqoji tələbdir? Dəstəkləyici mühit. Xeyr, müəllimə. Yol göstərir, istiqamət verir, motivasiya verir, stimullaşdırma. Dedim ki, bağlı deyil. Stimullaşdırma. Məktəbdə avadanlıq yoxdur. Müəllim özündən avadanlıq gətirir məktəbə. Necə müəllimə? Məktəbdə avadanlıq yoxdur. Müəllim özündən məktəbə avadanlıq gətirir. Taxti kompüter yoxdur, kompüter gətirir. Məktəbdə taxti kimi maddə yoxdur, maddə gətirir. Hansı pedaqoji tələbdir? Burada şagird yox, bu prinsipdir. Pedaqoji tələb olaraq uşağa bu müəllim dəstək olmaq üçün eləyir də yenə. Düzdür, dəstəkləyici mühit, bəli. Dəstəkləyici mühit. Müəllim uşağın sağlamlığını qoruyur, uşağı bir təhlükəli hallardan qoruyur. Məktəbə özündən bir vəsait gətirirsə müəllimə dəstək olmaq üçün eləyir də bu dəstəkləyici mühitə aid edim. Bəli. Yaxşı. Bəs deyirəm ki, mən sizə indi belə bir sual verirəm. Deyirəm ki, müəllim bir sual cavab eləyəndə yaxşı cavab verirəm, özümə gələndə doğru qalır. Mənim yox, yaxşısınız, narahat olmayın. İlk dəfə üçün yaxşısınız. Amma gəş mənə bunu bir 200 gün əvvəl deyərdiniz ki, biz bu qədər yığılıb qalmazdı da, yəni çünki indi vaxtımız azdır. Belə bir dənə də sual verirəm. Deməli, deyirəm ki, məsəl üçün müəllim daima özü öz səhvini düzəldir ki, adı daima zirvədə qalsın. Hansı etik davranış prinsipidir? Bu ictimai ehtimal. Sağ ol, düzdür. Müəllimlər, nə ki atdığım kayıt varsa, kayıtdakı sual-cavab yerini izləyin. Bax, mən bu sual-cavabı özümü göstərmək istəmirəm. Mən bu sual-cavabı eləyirəm ki, bu sual-cavabın kaydına baxanda daha yaxşı öyrənirik. O kayıtda bir dində əsas sual-cavab yerinə baxın müəllimlər, vallahi işin lazım deyil sizə. Cəmi indiyə qədər deməli 2 dəfədir də 7 dənə dərsimiz olub. 7 dənə dərsdir. Hərəsinin 1 saat yarımlıq sual-cavabı var. Labirində atmışam mən sizə 1 saat. Mən bəzən montaj edirəm, bəzi sözlərimi ki, düşməsin sonra. İndi onların bir o kayıtda da 7 dənə dərsə baxmaq nədir ki? Yəni müəllimlər hamınız mütəmadi olaraq baxırsınız. Mən inanın ki, onlarla öyrənirəm. Əla, müəllimə yaxşısınız. Yox, narahat olmayın. İndi təkrarımız olacaq inşallah. Onda görəcəksiniz ki, nə qədər şey bilirsiniz. Belə bir şey sual verirəm sizə. Deyirəm ki, müəllim bax, bütün ipuclarını deyirəm. Müəllim öz sinifindən maraqlanmır, uşaqlardan maraqlanmır, davamiyyətdən maraqlanmır, dərsi ötərayi keçir, dərsi keyfiyyətsiz keçir, dərsi yaxşı keçmir. Hansı etik davranış prinsipini pozur müəllim? Etik davranış istəyirəm ha. Dərsi keçmir, uşaqlardan maraqlanmır, uşaqları yola verir, davamiyyətdən maraqlanmır, ötərayi adı olsun ki, hə, müəllim gəlibmi gəlib. Elə müəllimdir də, yəni. Bu hansı etik davranış prinsipinin pozulmasıdır? Bu məsuliyyətdir də məncə. Sağ ol. Ona nədir? Peşəkarlıq və fərdi məsuliyyət. Adı dəyişib nə ola bildi? Adı dəyişib. Bəli, peşəkarlığı pozur. Sağ ol. Adı onun dəyişib olubdur. Şagirdlərin şərəf və ləyaqətinə hörmət etik davranış prinsipi. Aydındırmı? Bax, hamısını saydım sizə. Uşaqla maraqlanmır, dərs baxın, demir ha ki, bir var ki, müəllim öz dərsində gəlmir. Artıq o nəyi pozmaqdır. Deyirsən ki, müəllim adı gedir, özü gəlmir. Bu nəyi pozub? Müəllim heç dərsə gəlmir. Heç vaxt birinci dərs keçmir, heç vaxt dərs keçmir. Var belə müəllimlərimiz uzqar yerlərdə. Adını yazdırıb, özü dərsə getmir. Nəyi pozur bu müəllim? Uşağa yəni dərs keçmir də. Müəllimin uşağa dərs keçməsi. Dərs keçmirsə, bu da elə müəllimin amma bu heç keçmir. Şagirdlərin şərəf və ləyaqəti. Xeyr, müəllim, bu heç keçmir ha. Bir var ki, elə belə də olsa keçsin, o peşəkar müəllim, peşəkarsızlıqdır da. O belə savadsız müəllimə aiddir. O peşəkar olmayan müəllimə aiddir. O cəhənnəm dərsi gəlir. Belə elə bir canlı yaşayırıq suala. Bu müəllim ümumiyyətlə olmayan bir şeydir. Bu müəllim ümumiyyətlə heç dərsi gəlmir. Nəyi pozubdur? Öz vəzifəsini yerinə yetirmir də. Gəlmir ey vəbşi. Bəli. Ümumiyyətlə gəlmir. Qanunsuzluq. Adı gedir özü gəlmir. Yalandan maaş alır. Qanunçuluq. Bəli, vəbşi gəlmirsə qanunçuluqdur. Vəbşi birinci saat dərsə gəlmirsə, ümumiyyətlə dərsdən gələn məşğul. Baxın, demişik ki, müəllimin uşağa keyfiyyətli təhsil verməsi vəzifəsidir. Dərsdən kənar dərs keçməsi vəzifəsidir. Yəni müəllim öz vəzifəsini yerinə yetirmirsə, nədir qanunçuluğudur. Amma öz vəzifəsini keyfiyyətli yerinə yetirmirsə, peşəkarlığın pozulmasıdır da. Yerinə yetirir amma yola vermiş kimi də belə o yalanlar var belə kurikulum müəllimlərimiz ki, 2 saat qoşulur, dərs keçir canlı, adı olur dərs keçmək. Yola vermək, peşəkarlığın pozulmasına aiddir.
Yaxşı. Və yaxud da sual-cavab verəndə sual verir ki, reallığın tərifini deyin, ictimai ifadənin tərifini deyin, artıq o sual-cavab sayılır müəllimlər. Sual-cavabı situasiyayla vermədiksə, qəbul sualına vermədiksə, kim ki sizə rahat bildiyi sualı verirsə, bilin ki, o sual-cavab deyil. O yola verməkdir. Yaxşı. Belə bir dənə də sual verirəm. Laf emosiyaya qapıldım, nəysə. Deməli, deyirəm ki, kompetensiyaya aid sualdır. Məsəl üçün, şagirdlər tutaq ki, mütəmadi olaraq dərsdə səs salırlar. Müəllimin dəfələrlə xəbərdarlığına baxmayaraq, bunlar dərsdə sakitçiliyə əməl eləmirlər. Bunlar səs salırlar deyə başqa uşaqlar da mane olurlar. Öyrənmək istəyənlər də öyrənməyə qoymurlar. Var belə uşaqlarımız. Bunlarda hansı kompetensiya zəifdir? Şəxsi, sosial və şəxsi öyrənmə. Sağ ol. Özünə aparamır, düzgündür. Bəs uşaqda nitq, natiqlik, ünsiyyət, əməkdaşlıq varsa hansı kompetensiyadır? Əməkdaşlıq varsa... Nitq, natiqlik, birinci. Nitq, natiqlik. Savadlılıq kompetensiyasıdır bu. Bəli. Bəs hansı kompetensiyadır ki, şagird ölkəmiz üçün əlindən gələni eləyir, ölkəmizi təmsil eləyir, hər yerdə ölkəmizi tərifləyir, ölkəmizin tədbirlərində, yarışlarında, günlərində, anım günlərində falan istəyir ki, aktiv iştirak eləsin. Sağ ol. Fəal vətəndaş mövqeyinə. Fəal vətəndaş. Deyirəm ki, müəllim, fənniniz nə idi Leyla müəllimə? Dil ədəbiyyat. Azərbaycan dil ədəbiyyat. Sizin fənniniz hansı düşünmə formasına uyğundur? Necə müəllimə? Sizin fənniniz hansı uşaq əsər yazmalıdır, əsər danışır, şeir danışır, hansı düşünmə formasına uyğundur? Yaradıcılıq. Düşünmə forması istəyirəm. Demirəm uşaq, demirəm ki, əsər yazır, uşaq şeir danışır. Demirəm ki, şeiri yazır. Deyirəm şeir danışır. Hansı düşünmə formasıdır? Verbalmı, qeyri-verbalmı, induktivmi, deduktivmi? Bu verbaldır. Sağ ol, verbaldır. Deyirəm ki, şagird tutaq ki, düşünür, deyir ki, əruz vəzninin tərifi budur. Danla qayıdıb deyir ki, məsəl üçün, Məhəmməd Füzulinin şeirləri əruz vəznində yazılıb. İndi səhv deyirəm, bilirəm, ondan nümunə üçün deyirəm. İndi şagird deyir ki, əruz vəzninin tərifi budur. Bir dənə nümunə verir ki, Məhəmməd Füzulinin şeiri, bu şeiri əruz vəznində yazılıb. Hansı düşünmə formasıdır? Ümumi qaydan deyir, qaydan getdi nümunəyə, deduktiv düşünməyə aiddir, düzgündür. Uşaq elə bilir ki, bütün şairlərimiz cahsalamlı bir varlı həyat tərzi yaşayır. Bu şagird hansı xətaya yol verir? Hansı bir şairin evini görür? Sağ ol. Görür ki, bu şairin evi dəbdəbəli deyil. Demək, bütün şairlərimiz belə dəbdəbəli yaşayırlar, düzdür. Deyirəm ki, şagird görür ki, tutaq ki, müəlliməsini sevir, deyir, mən də o müəllim kimi filoloq olacam. O müəllimə kimi. Bənzətmə. Sağ ol, əla, bənzətmə. Deməli, deyirəm ki, müəllim uşaqlara deyir ki, siz birinci əlifbanı öyrənməlisiniz. Əlifbanı öyrənəndən sonra kiçik mətnləri oxumalısınız. Kiçik mətnləri oxuyandan sonra artıq böyük mətnləri oxuya bilərsiniz. Ardıcıllıq. Sağ ol. Müəllim deyir ki, ədəbiyyat fənlərin, düzdür. Müəllim deyir ki, ədəbiyyat fənlərin şahıdır. Ədəbiyyat olmasa tarix olmazdı, kimya olmazdı. Ədəbiyyat həyatımızın bir hissəsidir. Ədəbiyyata biz hər yerdə rast gəlirik. Bugünkü suallarım ilham verici suallardır, vallah. Məni qılamayın. İndi hansı düşünmə formasıdır? Müəllim təsvir edib. Ədəbiyyatı təsvir edib. Ədəbiyyatı təsvir edir ümumi olaraq. Sistemli. Bəli, sistemli, düzgündür. Leyla müəllimə, bir dənə də sual verirəm. Deyirəm ki, Leyla müəllimə şagirdlərə tapşırır ki, tutaq ki, Səfillər romanını oxuyun. Səfillər romanındakı obraza öz fikrinizi bildirin. Hansı təfəkkür növünü istəyirsiniz? Tənqidi. Sağ ol. Bir də var ki, deyirəm ki, deyirsiniz ki, uşaqlara, Səfillər romanında Victor Hugo'nun bizlərə, bizim cəmiyyətə nəyi çatdırmaq istədiyini vurğulayın. O sözü demə, deyir, o sözü demə. Victor Hugo nə demək istəyir, onu de. Məndən sevdiyim əsərdir deyə onu deyirəm. Onda məntiqidir. Bəli, öz sözündə yox deyir. Victor Hugo nə demək istəyib burada? Bu da Victor Hugo niyə bunu belə yazmışdı? Niyə Jean Valjean elə yazmışdı? Niyə Cosette belə yazmışdı? Sağ ol, düzgündür. Hamınıza mən oxumağı tövsiyə edirəm, amma imtahandan sonra. İmtahana qədər sizin oxumayın. İmtahandan sonra oxuyarsınız, oxumayanlara aiddir. Leyla müəllimə çox sağ olun. Kifayətdir sizdən. Müəllimə aktiv olun. Həftə bir dəfə qoşulsanız da əl qaldırın ki, dərslər yığılmasın. İnan ki, sual cavablarınızla öyrənirəm. Mən çox vaxtım olmur, amma çalışıram ki, nəsə eləyəm.
Allah yaxşı köməyiniz olacaq. Müəllimlər öz üzərimizə çalışsaq olacaq. Amma mən kimyə elədiyim kimi yola versək ki, alınmır, daha 3 ayda qoşulmuram, bacarmıram müəllimlər, bacaracaqsınız. Mən də başlamışam oxumağa, siz də başlayın. Mən də gündə 1-2 mövzunun izahına baxıram, test izahına baxıram, test işləyirəm ki, bir şey əldə edeyim. Düz başlamışıq, amma mümkünsüz deyil müəllimlər. Hər şeyi alındıra bilərik. Belə. Demək mən bu günlərim sizə bir nə bilik dərsin keçirəm, sizə yazığım gəldi. Eybi yox. Qurtarmayaq 2 aya, qutaraq 2 ay 5 günə. Ona görə mən biraz vaxt ayıraq deyə sizə bu günləri bir nə bilik dərsini verəcəm. Bilik dərsini bu gün keçirəm. Taksonomiyaların idraki də keçirəm bir dəfəyə. Eybi yox, amma yox, pis olur elədən. Nəsə yaxşı, eybi yox, qoy keçim. Bir nə bilik dərsini keçirəm müəllimlər sizə indi. Növbət dəfəyə bilik dərsinin sual cavabından sonra baxacağam ki, taksonomiyaların üçünü bir yerdə keçirmi, yoxsa ayrı-ayrı keçirmi? Taksonomiyaların üçünü bir yerdə ayrı-ayrı keçsəm, təkrar eləməyəcəksiniz bir də. Amma hamısını indi birdən keçsəm, təkrarımız olacaqdır. Çünki vaxtımız da yoxdur. İndi müəllimlər, başlayıram. Bax, birinci bugün dərsimiz sizdən bilik dərsidir müəllimlər. Bilik dərsi. Bilik dərsi bizlik nədir? Bilik budur ki, qoy bir də qayda. Dedim ki, açar sözləri bizim 80 işimizə yarayacaq. Xatırlayır, yadına salır, danışır, əzbərləyir, sadalayır, bilir. Məsəl üçün, Newton qanununu bilir. Amma bilir sözü hamısında var açar söz kimi. Newton qanunu xatırlayır, Kosisun dərəcələrini əzbərləyir, şeiri ələyir, əruz vəznini danışır, ismin tərifini sadalayır, feilin tərifini sadalayır, amil filan adaları sayır, yəni danışır, yəni əzbərləyir. Baxanda bilirsən ki, bu uşağın bu suala verdiyi cavabı bilmək üçün ekstra baş işlətmək lazım deyil. Bunu bu əzbərləyən hamı bilə bilər. Amma bizim faktoloji biliyimizdir. Dedik ki, xüsusi bir terminlərdən bağlıdırsa, feodalizm, kosinus, Newton, vena, arteriya, nə bilim, horizontal. Bu bizim nəyimizdir? Terminlə bağlıdır. Xüsusi bir elm sahəsindən bağlıdır. Tangents, nə bilim, tutaq ki, olsun bizim donor akseptor, kimya aid termindir. Yəni, bu ancaq bu fəndə görə bilərik biz. Bu artıqları terminoloji. Amma tarixi hadisə ilə bağlı, tarixi döyüşdən bağlı, coğrafiyada yerdən bağlı, əhali ilə bağlı olan sözlər isə müəllimlər spesifikdir. Yəni, xüsusiyyətdir. Həm dil fənninə də aid olan bir şeylər spesifikdir. Yəni, terminolojide xüsusi bir həd olmalıdır. Və ikinci var bizim burada konseptual biliyimiz. Konseptual bilik isə budur ki, artıq uşaq burada əzbərçiliyi keçib. Artıq həmin o əzbiri var ki, əzbərdən danışsın, yadlasın, xatırlasın. Bir də var ki, açar sözlərimiz izah edir. Baxın, bir var ki, olduğu kimi danışmaq əzbərçilikdir. Bir də var ki, yadında qalan kimi danışır. İzah eləyir, nümunə ilə danışır, ümumiləşdirir, başqa kimi danışır. Müqayisə. Artıq müəllimlər, bu isə bizə konseptual bilik. Konseptual bilik budur ki, başa düş. Bir var ki, uşaq ismin tərifini deyir. İsim nə deyilir? İsim əşyanın adını bilir. Bu oldu əzbərləmək. Bir də var ki, uşaq ismə aid nümunə gətirir. İsmi sözündən izah eləyir. Məsələn, bir şagird hadisənin olduğu kimi danışdı. Bu bizim nəyimiz oldu? Faktoloji. Bir də var ki, şagird hadisəni yadında qalan kimi ümumiləşdirək. Başqa bir hadisə ilə, müqayisə ilə danışır. Artıq müqayisə eləmək. Elə bilim, və yaxud da ki, ümumiləşdirmək var səndə. Bu bizim konseptual biliyimizdir. Konseptual bilik nə və nə üçün sualına cavab verir? Müəllimlər, indi bir nəsə vacib yer deyəcəm. Burası kitablarda yox. Vallahi bunu bilmədim. Diqqətli olun. Bizə bəzən deyir ki, deyir ki, kategoriya, təsnifat, ümumiləşdirmə, konseptual bilik. Mən bunu demirəm müəllimlər. Bax, məsəl üçün, deyirəm ki, müəllim uşağa 20 dənə ad verir. Uşağa deyir ki, indi bu adlar içərisindən şairləri bir kateqoriyaya ayır, bəstəkarları bir kateqoriyaya ayır, rəssamları bir kateqoriyaya ayır. Uşaq əzbərləyib ki, rəssamlar bunlardır, yazıçılar bunlardır. Uşaq gözünü yumur ayrı kateqoriyaya. Çünki ad əzbərləyib. Yəni, ad əzbərləməyə adı kateqoriyaya ayıranda ekstra baş lazım deyil. Bir də ad seçirsən. Ad. Ad seçmək ona görə müəllimlər adı kateqoriyaya ayırmaq faktoloji bilikdir. Və yaxud da bir də var ki, müəllim uşağa 20 dənə söz verir, indi söz verib. Deyir ki, buradan ismi ayır, feili ayır, sayı ayır. Artıq uşaq desə ki, 3 dənə təbəyə 10 dənə tərif verirsə, desə ki, təriflər içərisində ismin tərifini də ayır, feilin tərifini bir kateqoriyaya ayır, sayın tərifini bir kateqoriyaya ayır, tərif ayırır. Deyir ki, burada baxıram ki, isim ad bilirdi, ad tərifi seçdi. Çünki əzbərləyib ki, tərifi budur. Feil hərəkət bildirir. Bax, burada söz var, bunu feil seçdim. Tərif. Bir də var ki, söz. Kitab, dəftər, gəl, get, gör, 5-ci, sarı, yaşıl. Bu kimi sözlər verilib. Deyil, sözləri ayrı kateqoriyaya. Artıq uşaq anlamalıdır ki, ad bildirən hansıdır, feil bildirən hansıdır. Yəni, olan bütün feilləri əzbərləmək mi olar? Yəni, olan bütün sayıları əzbərləmək mi olar? İsimləri əzbərləmək mi olar? Mümkündürmü? Mümkün deyil. Ona
Amma ad əzbərləmək elementar bir şeydir. Ona görə deyirik ki, ad kateqoriyaya ayırırıqsa ad faktolojidir, qanun ayırırıqsa faktolojidir, amma söz, isim, sifət, fe'l ayırırıqsa, tərifini yox ha, ona aid nümunəni ayırırıqsa, bu artıq bizim oldu, deməli, konseptuallik. Bir dənə deyirəm. Məsəl üçün, müəllim uşağa 20 dənə ölçü adı verir. Uşağa deyir ki, ölçü adı da ha. Deyir, bunların Afrika materikinə aid olanları bir qruplaşdır, bir ümumiləşdir. Amerikaya aid olanları bir, Asiyaya aid olanları bir. Uşaq da əzbərləyib ki, göz yumulu. Asiya materikinin ölçüləri bunlardır. Afrikancı bunlardır. Yəni bunu tərk eləmək heç bir şey lazım deyil də. Biz demirik ki, ölçüyə sual veririk. Hara sualına cavab versə bu ölçü olur. Xeyr, uşaq birini əzbərləyir. Uşaq da ölçü adlarını əzbərləyib deyə seçir ki, Afrikada bunlardır, Amerikada bunlardır, Avropada bunlardır. Bu oldu əzbərləmək faktoloji bilik. Və yaxud da kimi ya deyirəm. Müəllim uşağa turşu ha adı verib, turşu adı verir. Deyir bu turşuları öz yönəcədə uyğunlaşdırır. Uşaq əzbərləyib. Qüvvətlilər bunlardır. Orta qüvvətli bunlar, zəif qüvvətli bunlar. Zəifdə bunlar. O ayırır deyil müəllim. Sulfat, fosfat, nitrat qüvvətlidir. Bunlar orta qüvvətli, bunlar zəif. Ad əzbərləyib çünki. Bu oldu faktoloji. Bir də var ki, müəllim indi uşağa bu turşuların formulunu yazır. Kimyasal deməli anlayacaq, formulunu yazır. Müəllim indi uşağa deyir ki, bunlardan poliar kovalent rabiti olan ad var. Yox ha, yəni ad deyirsə faktolojidir, ad. Bir də var ki, formulunu verib, belə formulunu çubuqla yazıb da. İndi kimyasal biləcəkdir. Molekulu yazır. Deyir indi buradan qeyri-folnetdəki belə verib də, ad demir. Demir ki, nə bilim, dəm qazı, demir ki, sulfat turşusu. Belə yazıb. Deyir, bunları polyar, qeyri-polyar, bunlara görə qruplaşdır. Artıq uşaq dərk eləməlidir. Polyarda valentlik belə olmalıdır. Qeyri-polyarda belə olmalıdır. Artıq onu dərk eləməlidir. Anlamalıdır ki, qruplaşdırsın. Artıq bu olur bizim konseptualbiliyimiz. Və yaxud da ki, biologiya aid deyəməyəcək. Yəni müəllimlər ad qruplaşdırır. Və yaxud da müəllim uşağa evliyinə ad verir. Deyir ki, Victor Hugo'nun Səhvlilər kitabında olan obrazları budan seç qruplaşdır. Uşaq da o əsəri oxuyub deyir, Jean Valjean, Cosetta, filan kəsər var idi. Tez adları yadına salır, o adlar kəsərləri seçdi. Yəni müəllimlərə ad seçməyə ekstra güc lazım deyil. Və yaxud da ki, müəllim uşağa 20 dənə qanun verir. Deyir ki, bizim təhsilimizin 42-ci maddəsində olanları budan ayır seç. Biz əzbərləmişik ki, 42-ci maddə nə idi? Hamının təhsil almaq hüququ var, minimum standartları təmin edir. Uşaq o qanunu əzbərləmişdi. 20 dənə qanun içərisində. Onu görən kimi seçir. Yəni bunu əzbərləyib, əzbərlədiyimiz bir şeyi seçmək, qruplaşdırmaq faktolojidir. Əl-əxsusdakı adı. Amma isim seçsin, sifət seçsin, 20 dənə söz verilib. Homonim, antonim, sinonim seçsin, 20 dənə söz verilib. Keçmiş zaman, gəldiyi zaman, indiki zaman seçsin, 20 dənə söz verilib. 20 dənə tutaq ki, nə bilim, nəyə aid deyim, ay Allah, hansı fənə aid deyim. Ən çox bir kimyayla az dilim bilirəm də, indi o bilər deyəmirəm. Yəni müəllimlər ad seçiriksə, əzbərlənəsi bir şey seçiriksə, faktolojidir. Amma əzbərlənəsi şey deyilsə, konseptualdır. Konseptual bilik nə oldu? Əsəri olduğu kimi yox, qısa, xülasəsini danışmaq, öz sözündən danışmaq, izah eləmək, başa düşdüyün kimi danışmaq, yadında qalan kimi danışmaq, nümunə gətirirsən hansı bir terminə aid, hansı bir dərsə aid, artıq bu anlamağa aid müəllimlər. Ən çox dediyim yer burasıdır, narahat olmayın. İndi var bizim müəllimlər, prosedural biliyimiz. Baxın, bir də sizə bir şey deyəcəm. Cümləyə baxırsan, içərisində faktoloji bilik də var, konseptual bilik də var, prosedural da var, metakognitiv də var. Tutaq ki, indi bunların ikisini deyəcəm. Deyirəm ki, şagird tutaq ki, dünyanın məsəl üçün də böyük 7-lik ölkələrini saydıqdan sonra həmin ölkələrə aid tutaq ki, həmin ölkələrin tutaq ki, həyat fəaliyyətini öz sözündən izah edir. Baxın, deyirəm ki, şagird böyük 7-liyə aid olan ölkələri saydıqdan, sıraladıqdan sonra həmin ölkələrdəki insanların həyat fəaliyyətinə aid tutaq ki, nümunələr gətirir, danışır, izah edir. Hansı bir növ var? Baxan kimi deyirlər ki, ay müəllim, uşaq ölkə adı sayıb, ölkə adı sayıb, bunu niyə əzbərləsin, bunu niyə anlasın ki, faktoloji bilikdir. Deyirəm, hə, düz, faktoloji bilik var. Dalınla var ki, artıq uşaq o ölkələrin həyat fəaliyyətinə dair söz danışmalıdır, izah eləməlidir. İzah eləmək nə idi? Konseptual bilikdə var. Ay müəllim, hansını götürək? Deyirəm ki, konseptual olan yerdə faktoloji artıq heç kimdir. Məsələn, uşaq gedir sınağa yığır 300 bal, burada yığıb 600 bal.
Kim deyər ki, bu uşaq sınaqda 300 bal yığmışdı? Kimə lazımdır ki? Əsas qəbulda yığdığımız bal. Və ya uşaq sınaqda yığıb 600 bal, qəbulda yığıb 300 bal. Deyirlər ki, uşaq 600 bal yığıb, hamı deyir ki, qəbulda 300 bal yığdı. Yəni sınaq balı önəmli deyil, qəbul balıdır da. Yəni bizə ən axırıncı, ən böyük lazımdır. Kim özünün yaxşı bir xüsusiyyətini deyib, keçmişdə elədiyi səhvlərə görə pis xüsusiyyətini sayar ki? Məsələn, mən deyirəm ki, mən keçmişdə 1-2 il əvvəl əsəbi idim, aqressiv idim, qışqırırdım, hər şeyə reaksiya verirdim, partlayırdım. Deyirəm, indi o qədər olgunlaşmışam ki, indi belə mütəvaziyəm, sakitəm. Görürəm ki, mən əsəbləşdirib bunu blok atıram. Heç ona söz deməyə özümü yaraşdırmıram. Mən deyirəm ki, mən indi əvvəl belə idim. Kim özünün əvvəlki şeyini sayar ki? Hamı istəyir ki, indi özünün ən mükəmməl şeyini danışsın da. Ona görə cümləmizdə faktoloji və konseptual varsa, bilin ki, bizə ən böyük lazımdır. Konseptual bilik lazımdır. Sonra müəllimlər, üçüncü var bizim prosedural biliyimiz. Dedik ki, konseptual bilik cavab verdi hansı suallara, nə və nə üçün sualına. Müəllimlər, prosedural bilik isə cümlənin içərisinə girmək lazımdır. Necəlik, hərəkət varsa müəllimlər prosedural bilikdir. Prosedural bilik bizdə budur ki, burada bir dənə proses var. Burada bir dənə ardıcıllıq var. Algoritm var, texnika var. Məsəl üçün, bir var ki, şagird Səfəvilər dövlətinin neçənci ildə yarandığını deyir. Əzbərləyib də 1501. Ola bilər səhv deyim. Bir də var ki, Səfəvilər dövlətində olan bütün müharibələri ardıcıllıqla sayır. Çoxu deyir ki, ay müəllim, müharibədə adını əzbərləyib də bunu, birini əzbərləyib, il deyir. Niyə faktoloji olmur ki? Deyirəm ki, indi bu uşaq öz beynində düzməlidir. Böyükdən balacaya doğru 1501-dən başlayır, 1500-dən başlayır. 1501, 1502, 1500 ardıcılıqla düzməlidir. Müəllimlər, harda misal məsələ həlli, kimyaya aid, fizikaya aid, biologiyaya aid, misal məsələ həlli, tənlik həlli, hesablama gördünsə, bil ki, prosedural bilikdir. Harda ardıcıllıq sözü gördünsə, bil ki, prosedural biliyə aiddir. Algoritm nədir? Algoritm budur ki, uşaqlara misal düşür. 5 bucaqlı ulduz 5 rəqəmini, 3 bucaqlı 3 bucaq 3 rəqəmini. Deyir ki, misalı həll elə. Deyirik ki, cavabı 8. Deyirsən ki, hardan bildin? Deyirsən ki, 3 ulduz 5-in algoritmidir. 3 bucaq 3-ün algoritmidir. Algoritm budur ki, hər hansısa bir şeyin şəkil formasında təmsili. Məsələn, bu ən çox informatika fənninə aid. Bunlar daha yaxşı bilər. Orada var dövr bloku. Orada var filan belə bir şey var. Yəni biz baxanda bilirik ki, bu nəyi demək istəyir? Bu nəyi demək istəyir? Artıq bunun özünün adı var. Və yaxud da bütün təhlil növlərimiz abituriyentlərə sual düşür. İndi məni daha yaxşı anlayacaq filoloqlar. Deyir ki, buna uyğun sözü müəyyənləşdir. Bu bizə kökün algoritmidir. Bu lektik şəkilçinin algoritmidir. Bu morfoloji şəkilçinin algoritmidir. Tapırıq ki, tutaq ki, nə bilim, bunu olsun gəlməlisən sözü. Gəlməli sözü. Da məsələn, çat deyirəm, bilirəm. Gəlməlisən sözü. Yəni mən işarə ilə, işarələr sistemindən hər hansı bir şeyi vermək prosedural biliyə aiddir. Məsələn, belə bir şey verir abituriyentlərə. Həyatdakı filoloqlara düşür də indi qəbulda. Buna uyğun gələn cümləni tap. Tamamlığı verib bir düz bir xətal, xəbəri verib 2 dənə xəttdən, mübtədan verib 1 dənə xəttdən, tamamlığı verib qırıq-qırıq. Yəni bizə bunu işarə ilə verir, deyir sözü tap. Ona görə deyirik ki, işarələr sistemi varsa prosedural bilik. Yəni bizim beynimizdə proses gedir ki, bu işarə nəyi deyirdi? Bu işarə nəyi deyirdi? Ona görə olur prosedural bilik. Misal məsələ həlli, ardıcıllıq, algoritm, texnika, misal həlli, ardıcıllıq, algoritm, metod. Nədir bizdə? Prosedural biliyə aiddir. Məsəl üçün, şagird hündürlüyə hoplamağa metodunu bilir. Ardıcıllığı bilir ki, hündürlüyə hoplamaq üçün nə etmək lazımdır? Tennis oynamağa metodunu bilir. Fiziki tərbiyə fənninə aid olan çox şey, riyaziyyat fənninə aid olan çox şey, rəqs eləyəndə prosedural bilik. Rəqs necə edirik? Rəqqas rəqsi olduğu kimi eləmir ki, rəqqas nə edir? Rəqqas ardıcıl eləməlidir hərəkətləri. Prosedural biliyə aiddir. Həm də hərəkət var. Və yaxud da bir var ki, uşaq yağışın nə olduğunu izah eləyir. Yağışın nə olduğunu izah eləyir. Konseptual bilikdir. Yağışın tərifini deyir. Faktoloji bilikdir. Bir də var ki, yağışın necə yarandığını izah eləyir. Necə? Artıq deyir ki, yerdən su qatı buxarlanır, göyə qalxır, göydən yerə düşür. Demir ki, yerdən, nə bilim, ardıcıl deməlidir bunu, yağışın necə yağacağını. Ardıcıl izah eləyir ki, billi olmalıdır. Necə sualı? Yağışın prosesi, yağışın ardıcıllığı, misal məsələ həlli, bütün təhlil növləri. Bəzən təhlil yazmır. Quruluşuna görə. Təbii ki, bu kimyaçılara düşməyəcək. Bu bioloqlara düşməyəcək. Bu bioloqlara düşməyəcək. Bu filoloqlara düşəcək. Tarixçilərə sual çözəcək ki, tarixi xronoloji ardıcıllığı sayır hansı bir növüdür? Prosedural.
Kimi biyoloq o sual çözək ki, qan dövranının ardıcıllığını sayır. Hansı bir növüdür? Prosedural. Kimyaçılara sual çözək ki, nə bilim, nə sual düşsün? Hə, maddənin reaksiyanın aparılma ardıcıllığını yazsın. Olur, nə bilim, kimyaya aid prosedural bilik. Filoloqa çözək ki, təhlil növləri, quruluşuna görə, təhlil, nə bilim, siz yaxşı bilərsiniz də, cümlədə işlənməsinə görə təhlil növləri. Sonra uşağa verdiyimiz qiymət. Biz uşağa necə qiymət veririk? Ölçürük, biçirik. Müəllim yazır, ölçür, beynindəki buna hansı qiymət verim? Hesablayır. Summativin balını hesablayırıq. Hesablama var, prosedural bilikdə. Uşağa veririk 4-cü səviyyə. Bir dənə balı filan şeydən çıxdım, bir dənə sualı filan şeydən kəsdim, aldım 3-cü səviyyə. Uşağa meyar veririk. Sonra əməlli yazı növü. Əməli yazı növü nədir? Əməli yazı növü budur ki, məktub yazanda biz nə edirik? Məktubu belə yazırıq ki, sağ ol, mən də yaxşıyam. Siz necəsiz? Sağ ol, mən də yaxşıyam. Siz bizə gələrsiniz. Hə, salam necəsən? Deyirsən, müəllim, sən başın xarab olub. Birinci adam salam verər, daha ondan sözünü yazar, axırda sağollaşar. Buna görə deyirik ki, əməli yazı növü, ərizə yazılma forması. Nə bilim, ərizdən başqa nə var idi orada? Ərizən yazılma forması, məktubun yazılma forması. Bunun bir özünün ardıcılığı olmalıdır da. Ona görə deyirik ki, əməli yazı növləri prosedural biliyə aiddir. Əvvəllər mən bunu dərk eləmirdim, o fənnin sahibi deyiləm deyə. Amma indi mən bunu dərk eləmişəm ki, əməli yazı növü nəyə görə prosedural bilidir? Çünki ardıcıl yazmalıyıq. Birinci salamlaşmaq, ikinci sözümüzü, axırda sağollaşırıq. Uşağa qiymət verəndə, riyazi misal məsələ eləyəndə beynimizdə proses gedir. Vallahi mən bir gün oturub kimya oxuyanda, gecə səhərə qədər beynimdə kimya həll eləyirəm. Məsələ, artıq beyin nə edir? Hərəkətdə olur da. Yəni hərəkət, ardıcıllıq, texnika, algoritm nədir? Prosedural bilik. Maşallah, yenə dərsin vaxtından keçdik. Qədimi də yaxşı bilirsiniz ona görə. Bir də müəllimlər var bizim nəyimiz? Metakoqnitiv biliyimiz. Metakoqnitiv biliyi budur ki, şagird özü haqqında ən böyük bilik növümüzdür. Özü haqqında məlumatlıdır. Özünü dərk edir, özünü tanıyır, özünü bilir. Özü haqqında məlumatlıdır. Öz qabağına məqsəd qoyur. Məsələn, uşaq öz yolunu yoldaşlarına öyrədir, öz üsulunu dostlarından bölüşür, özünü tanıyır, öz haqqında məlumat verir. Nəyə aid? Metakoqnitiv biliyə aid müəllimlər. Bir də müəllimlər deyir ki, metakoqnitiv bilikdə uşaq özünə strategiya, özünə məxsus plan, Frege modeli. Bir də müəllimlər, orada var bizim taksonomiya sonraki mövzumuz. Deyir ki, sinif şagirdlərdə metakoqnitiv biliyi formalaşdırmaq lazımdır. Bu 3 hissəyə bölünür. Birinci uşaqlar 10 dəqiqə, 2 dəqiqəm qalıb qızım. Birinci uşaqlar özünü monitorinq eləməlidir. Yəni hər bir uşaq deyir, birinci özünü monitorinq eləməlidir. Özü monitorinq eləyir. Özü monitorinq belə eləyir ki, ya özündən xəbərdardır, ya özü haqqında rəy alır, ya özündən məlumat alır kimdənsə ki, mən necə şagirdəm. Artıq sonra başlayır özünü tənzimləməyə. Mən indi sizə boş şəklini göndərəcəm. Artıq özünü tənzimləyir. Bax bu yeni mövzudur. Özünü belə tənzimləyir ki, buraxılış imtahanı verməlidir. Görür ki, deyir ayollar, görsə mən necə bal yığacam. Deyir qoy bir özümü yoxluyum. Bir də monitorinq eləyir. Ya özündən vicdanla bilik yaxşı oxunur, ya dostundan soruşur ki, mən necə şagirdəm. Və yaxud durub özünün uşağı deyir ki, qıraqdan. Görsə mən necə oxuyuram. Dağınla başlayır artıq deyir, yox, mən özümü tənzimləməliyəm. Mən minimum 200 bal yığmalıyam. Nə edir? Bu qabağına məqsəd qoydu. Mən minimum 200 bal yığmalıyam. Məqsəd qoyur. Dağınla məqsədə yoğun plan qurur ki, 3 dənə fənni hər gün ayırıram, 2 saat oxuyuram. Bax plan qurdum. Dağınla deyir ki, bunu birdən biləmək mümkün olan şey deyil. O uşaq artıq o planına uyğunlaşmalıdır. Biraz əziyyət çəkəcəkdir, amma minimum bir həftədən sonra buna uyğunlaşacaqdır. Yəni uyğunlaşmaq bizim həyatımızda ən çətini burasıdır. Biz hamımız indi nə edirik? Məqsəd qoymuşuq ki, klubla hazırlaşaq. Bizim ən çətin yerimiz budur ki, biz bunu özümüzü psixoloji hazırlamalıyıq ki, mən bunun öhdəsindən gələcəm. Buna uyğunlaşmalıyıq. Nəyə uyğunlaşmalıyıq? Dərsi oxumağa. PDF-ə baxdım. İzahına baxdım, kayda baxdım, testləri işlədim. Artıq buna biz uyğunlaşmalıyıq. Biz mütəmadi olaraq 1 gün, 2 gün, 3 gün bunu eləsək, axırda biz bunu görəcəyik ki, artıq biz hər gün bunu edirik. Deyir, ən çətin burasıdır. Özün tənzimliyib nədir? Siz hamınız nə eləmisiniz? Məqsəd qoymuşsunuz ki, 80+ bal yığmalıyam. Plan qurmuşsunuz ki, 3-6 dərsə qoşuluram. Plana nə etməliyik birinə? Uyğunlaşmalıyıq. Yerdə də olsaq, göydə də olsaq, Allah dərd verməsin, xəstəlik verməsin. Bir cüzi iş olmasa, mən dərsdən qalmalı deyiləm. O işi görməliyəm. Buna uyğunlaşdın, artıq baxdın ki, sən bunu özünü buna üz istəyirəm. Emosional hazırladın, emosional sən buna hazırlaşdın. Bir də baxdın ki, artıq mən buna uyğunlaşmışam. Hər gün dərs oxuyuram.
hər gün vaxtında dərs oxuyuram. Nə oldu? Plan, üzrə məqsəd qoydu, plan qurdu, emosional buna hazırlaşdı və yoğunlaşdı. Ən axırda da özümüzü yoxlayırıq, imtahana qalmış ki, mən artıq 20 sualın 18-ini yazıram. Arxasınca nə oldu? Özünü qiymətləndirmə. Bəlkə bu da olur bizim sizdən bilik dərsimiz. Faktoloji əzbər, konseptual anlamaq, prosedural hesablama, metakognitiv özünü dərk eləmək. Metakognitiv özü 3 hissəyə bölündü. Özünü tənzimləyir, özünü monitorinq edir, özünü tənzimləyir, özündən bağlı, özünün haqqında refleks edir. Qiymətləndirmə deyir ki, mən bunu bacardım. Belə müəllimlər